Salam, axşamınız xeyir, xoş gördük, hörmətli müəllimlər. İnşallah ki, yaxşısınız. Dərsi izlədinizmi? E, Necə oldu vəziyyət? Təhsildə müasir pedaqoji yanaşmalar mövzusu. Həm MIQ, həm də sertifikasiya üçün lazımlı mövzudur. Təhsildə müasir pedaqoji yanaşmalar. E, Təbii ki, yanaşmalar çoxdur. Bizim proqramımızda nəzərdə tutulan e, əsas dörddəniyə baxırıq. Əməkdaşlıq, konstruktivizm, refleksiv və adaptiv yanaşmadan danışmışdıq dərsdə. Biraz uzun idi video izah, çünki hər nə qədər qısaltmağa çalışsam da qeyd olunası məsələ çox idi və 1 saat 10 dəqiqəlik bir video izah nəticə etibarı ilə ortaya çıxdı. İzləmisinizmi bunu? Necə başa düşdünüz ümumi məsələləri? Yanaşmaları ümidvaram ki, anlamısınız. Əməkdaşlığa əsaslanan adından da göründüyü kimi, qrup işi ilə işləmək və komanda şəklində öyrənməyi ön plana çıxardır. Konstruktivizm pedaqogikadan gələn bir cəryandır. Məşhur nümayəndələri Vygotskydir, Piagetdir, John Dewey'dir, Maria Montessori'dir, sonra Jerome Bruner'dir. Jerome Bruner miksilərə keçəcəm, onu sertifikasiyaya düşmür o. Bunlar hamısı konstruktivizm cəryanının nümayəndələridir. Konstruktivizm isə insanın belə deyək də tək başına yox, daha çox belə əsas götürür. Yəni belə deyək də öyrənməni müasir dövrün tələbi ilə uyğunlaşdırır da hazır bilik ötürmək kimi yox, öyrənən şəxsin öz təcrübəsinə əsaslanaraq bilikləri qurması deməkdir. Yəni bunu bir izah edən pedaqoji psixoloji nəzəriyyədir əslində. Ümumiyyətlə pedaqoji yanaşma dərs video izahda dediyimiz kimi də biz dərsdə atdığımız addımların, həyata keçdiyimiz yolların arxasında dayanan nəzəri fikirlərdir. Konstruktivizmdə təbii ki, şagird yönümlüdür. Burada öyrənmə aktiv, sosial, reflektiv bir prosesdir. Eyni zamanda şagird bilikləri pasiv şəkildə qəbul eləmir. Öyrənmədə bir aktiv rol alır. Eyni zamanda öz təcrübəsi və əvvəlki bilikləri ilə yeni öyrəndiyini əlaqələndirir, mənalandırır. Bu formada öyrənəndə öyrənmə daha dərin və qalıcı olur, uzun müddətli olur. Konstruktivizmin canında bu məsələlər dayanır. Əsas prinsiplər də nə idi? Əvvəlki biliklərin aktivləşdirilməsi, aktiv öyrənmə, sosial qarşılıqlı əlaqə, başqa nə var idi? Məna yaratma var idi, refleksiya var idi və təbii ki, bu proseslərdə müəllimin fasilitator rolu məsələsi yer alırdı. Refleksiv yanaşma isə refleksiyaya əsaslı yanaşmadır da, aydın məsələdir. Yəni prosesə dönüb baxmaq üzərindən belə də həyata keçirdi. Yəni dərsdən sonra sadəcə düşünmək yox, bütün dərsin gedişatına düşüncənin daxil edilməsidir. Yəni bütün dərsi elə bilin ki, kameraya çəkib, oturub onu izləməkdir ki, nəyi yaxşı, nəyi pis, nəyi düz, nəyi səhv edirik. Yəni bir növ müəllim dərs keçəndən sonra çevrilib dərsə baxır ki, mənim dərsdə istifadə etdiyim hansı üsul şagirdlərə daha yaxşı təsir elədi, daha yaxşı nəticə ala bildiyim, uşaqları daha çox fəallaşdıra bildiyim və yaxud da hansı uşaqların bu üsulu istifadə edəndə çətinlik çəkdi. Növbəti dərsdə deyək ki, həmin o çətinlik çəkən uşaqları necə nəzərə alacağam, hansı dəyişikliklər eləyəcəm. Bax, tədris metodlarımı uşaqların marağına uyğun idimi, yoxsa mən onu dəyişdirib onların marağına uyğun qurmalıyam? Bu kimi məsələlərdən danışan refleksiv yanaşma idi. Yəni deyirdi ki, müəllim bu sualları hər dərsdən sonra özünə verəndə artıq öz tədris prosesini, öz təcrübəsini peşəkar müəllimə çevirir. Yəni peşəkar müəllim əslində belə olmalıdır. Və adaptiv yanaşma isə, adaptiv yanaşmanın üç əsas xüsusiyyəti var idi. Fərdiləşdirmə,
davamlı diaqnostika və rəy və dəstəyin azaldılması, yəni scaffolding. Biz scaffoldingdən danışanda demişdik də, yaxın inkişaf zonasının içərisində belə bir yüksələn və düşən qrafik var idi. Yəni yaxın inkişaf zonası başlayanda dəstəyi artırırdıq. Uşaq bir bacarığı müstəqil şəkildə icra edə bilsin deyə o scaffoldingi yaxın inkişaf zonasının sonuna doğru azaldırdıq ki, müstəqil ola bilsin. Fərdiləşdirmə, yəni bütün şagirdlərə eyni tapşırığı, eyni izahı verməkdənsə, onların fərqli xüsusiyyətlərinin, bilik səviyyələrinin, öyrənmə tərzlərinin, intellektlərinin dərs prosesində nəzərə alınmasıdır. Diferensiallaşdırma kimi bir şeydir də. Fərdiləşdirmə də üç cür olurdu. Tapşırıqda olurdu, dərsin mövzusunda olurdu və dəstək səviyyəsində olurdu. Yəni məzmun odur ki, keçdiyim mövzunu müxtəlif formada uşaqlara verirəm. Tapşırıq odur ki, hamının bilik səviyyəsinə, deyək ki, taksonomiyadakı səviyyəsinə görə onlara tapşırıq verirəm. Dəstək səviyyəsi odur ki, bütün uşaqlar heç də eyni dərəcədə bizim dəstəyimizə ehtiyac duymur. Onlar arasında necə deyirlər, fərq qoyuram. Yaxşı oxuyan uşaqlar aydın məsələdə bizim dəstəyimizə nisbətən az ehtiyac duyur, digərləri çox ehtiyac duyur. Bu da bu yanaşma idi, fərdiləşdirmə və davamlı diaqnostika və rəydəki şagirdin səviyyəsini daima müşahidə eləmək və uşağa lazımlı rəylər vermək. Bu rəylər də müxtəlif formada olurdu. Şifahi ola bilər, yazılı ola bilər. Aşağı siniflərdə, ibtidai siniflərdə simvolik formada smayliklə, stikerlə və yaxud da şagirdlərin bir-birinə və yaxud da özlərinə verdiyi rəy məsələsi ola bilər. Belə, yəni bundan ibarət idi yanaşmalar, bir də üzərindən keçdik. Gəlin indi tapşırıq nümunələri üzərindən yanaşmalara aid suallar işləməyə çalışaq, görək necə deyərlər, bizə bu yanaşmalar nə öyrədir. Yəni əslində dərsdə elədiyimiz üsullar, metodlar hər biri bir əsasdadır, bir yanaşmaya bağlıdır. Biz həmin yanaşmalara hakim olmalıyıq ki, dərsdə elədiyimiz məsələnin altında dayanan həqiqəti dərk edək. Bunları belə ekranda açım. Təhsildə müasir pedaqoji yanaşmalar. Başlayaq. Yaxınlaşdırım. Kimdən başlayaq? Yanaşmalara aid nümunələrə. Tamamınız xeyir müəllim. Hamısı xeyir. Mən bu mövzu haqqında fikrimi bildirim. Biraz mənə çox söz yığını kimi gəldi. Çox söz də olanda mən yadımda yaxşı saxlamıram. Testi də, yəni dərsə aid yüklədiyiniz testi də işlədim. Yəni 3 dənəsini səhv elədim. O birinci testin şərt səhv oldu. Yəni şərti düzgün qavramadığım üçün səhv elədim. 2 səhv, amma yəni o qədər də deyirəm, biraz dərk eləməmişəm, amma səhvim 2 oldu. Bilmirəm indi nə qədərdir. İstəyərdim ki, məndən başlayasınız. Buyurun. Biraz köməklik eləyəsiniz mənə. Buyurun, sizdən başlayaq. Uyğunluğu müəyyənləşdirin. Mən əslində bu konstruktiv var. Bax, bu yanaşmanı biraz çətinlik çəkirəm tapmaqda. Konstruktiv Vygotskyinin, Piaget'in nəzəriyyəsinə uyğun yanaşmadır da. Konstruktiv şagirdlərin aktiv olduğu mühitdir, konstruktiv. Yəni orada şagirdlər özləri kəşf eləməklə öyrənməyə daha çox yönəlir. Müəllim fasilitator rolu oynayır, həmin mühitdir. Refleksiv yanaşmadakı həm şagirdin, həm müəllimin öz gördüyü işə özünün verdiyi qiymətdir də, bu belə başa düşdüm. Hə, refleksiya eləmək də, refleksiya prosesi, şagird yönümlü interaktiv təlimdəki refleksiya var. Həmin odur da refleksiv yanaşmanın mahiyyəti. Başlayaq. Deməli, müəllim şagirdlərin öyrənmə prosesində aktiv rol almasını
Müəllim, üzrlü sayın, mən bir dənə zəngə cavab verib sonra yenidən qoşularam da üzr istəyirəm sizdən. Olar, 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 buyurun. Eee, Oxuyum. Ülvi müəllim, buyurun. axşamınız xeyir. Axşamınız xeyir, buyurun. Deyir ki, konstruktiv yanaşma, bir də refleksik yanaşma. Refleksiya. Deməli, biz burada aydınlıqları seçəcəyik, ümumiləşdirmə. Müəllim şagirdlərin öyrənmə prosesində aktiv rol almasına şərait yaradır və onların əvvəlki biliklərini yeni anlayışların qurulmasında əsas kimi istifadə edir. Deməli, A gedir konstruktiv yanaşmaya. Bəli. Aktiv rol əvvəlki Bəli. biliyinə əlaqə qurub yeni biliyi mənalandırmaq, bu olur konstruktiv yanaşma. Konstruktiv yanaşma, bəli. Deməli, ikincidə deyir ki, dərs zamanı yaranan problemlər müəllim tərəfindən öz pedaqoji fəaliyyətini təkmilləşdirmək üçün imkan kimi qiymətləndirilir. Dərs zamanı yaranan problemlər müəllim tərəfindən öz pedaqoji fəaliyyətini təkmilləşdirmək üçün imkan kimi qiymətləndirilir. Dərsdə yaranan problemli məsələləri müəllim dərsin sonunda oturub fikirləşir ki, Bu deməli refleksiyadır da. bəli, mən bunları deyir Bəli. təkmilləşdirməliyəm. Yəni buna özündə problem kimi görmür. Deyir, deməli bu yaxşı oldu ki, ortaya çıxdı. Mən bunu aradan qaldırım. Bəli. Deməli, Bəli. refleksiyadır. Şagirdlərin verdiyi suallar və irəli sürdüyü fərzlər dərsin gedişinə təsir edir. Müəllim isə bu prosesi istiqamətləndirir. Yəni, bu konstruktiv yanaşmadır. Bəli, istiqamətləndirmək fasilitasiyadır da. Bəli. Yəni, müəllim yol göstəricisidir də, Hə, belə çıxır bəli, ki. bəli, Aha. fasilitasiya. Deməli, konstruktiv yanaşmaya A, C götürəcəyik. Hı -hı. Refleksiv yanaşmaya isə B, D götürəcəyik. A, Onda C. D bizə izah eləyir də refleksiv yanaşmanı. Aha, bəli, müəllim dərsdən sonra öz fəaliyyətini təhlil edir. Yəni dərs bitəndən sonra fəaliyyət təhlil edilir, güclü və zəif tərəfləri müəyyənləşdirir və növbəti dərs üçün deməli zəif tərəfləri aradan qaldırmaq üçün müəyyən Bəli, dəyişiklikləri planlaşdırır. Bu bəli. refleksiyadır. Refleksiyadır, bəli. Dərs prosesi də olaraq refleksiyadır. Belə yanaşma olaraq da müəllimin baxış açısı olaraq da nədir? Refleksiv yanaşmadır. Deməli, dönüb geriyə dərsi baxıb saf-çürük eləyib düzəltmək refleksiyadır. Dərsin içində uşağa istiqamət vermək, uşağın aktiv rol almasına kömək eləmək, yəni şagird yönümlü təlimdə uşağın mərkəzdə olduğu, onun aktiv olduğu sistem qurmaq isə nədir? Konstruktivizmdir. A, C, B, D A variantı. A Növbəti variantı, sual. bəli. Aha, müəllim dərsi elə təşkil edir ki, şagirdlərin bilik səviyyəsi, öyrənmə sürəti və ehtiyacları nəzərə alınsın. Təlim prosesi bu fərqlərə uyğun şəkildə çevik tənzimlənsin. Verilənlərdən hansı bu müəllimin yanaşmasına daha uyğun gəlir? Yəni deyir ki, müəllim dərsi elə qurur ki, e, yəni burada konstruktiv yanaşma olsun da şagirdlərin öyrənmə sürətinə, ehtiyacları nəzərə alınsın. Dilində aşağıda verilmiş bəndlərdən hansı müəllimin bu iş prosesinə uyğundur? Deməli, müəllim dərs zamanı şagirdlərin ehtiyac və bacarıq səviyyələrini izləyir. Müşahidələrə əsaslanaraq izah üsullarını, tapşırıqların həcmini və çətinlik dərəcəsini fərqli şəkildə tənzimləyir. A variantı uyğun gəlir, amma baxaq hamısından sonra kənarda qalsın. Müəllim dərsin əvvəlində problemli vəziyyət problem vəziyyəti yaradır. Şagirdlərin fikirlərini dinləyir və əsas anlayışların kəşf yolu ilə formalaşmasına şərait yaradır. Kəşf etmək, yəni burada kəşf etmək dərsin gedişində Kəşf etmək hansı yanaşmada var idi? Özü kəşf eləsin, özü tapsın, əməkdaşlıq deyəs, yox. öz təcrübəsinə əsaslanan. Kəşf bu konstruktivizmdir. Və şagirdin Hə, fəaliyyətinə aiddir. şagirdin bəli öz kəşfi ilə, öz öyrənməsi ilə bunu həyata keçirməsi bu konstruktivizmdir. Çünki öyrənmə Müəllim hazır bilik formasında yox, öyrənənin, yəni şagirdin öz təcrübəsinə əsaslanaraq bilikləri qurmasıdır. Sonra C variantı da deyir ki, müəllim dərsdən sonra öz fəaliyyətini təhlil edir.
çətinliklərin səbəblərini müəyyənləşdirir, öz fəaliyyətini təhlil edirsə, bu refleksiv yanaşmadır da. Yəni Hə, müəllimin bu öz refleksiv. fəaliyyətinə aiddir. Bəli, bəli. Şagirdlərə aid deyil bu. Bəli. Baxan kimi bilinir ki, bu refleksivdir. Sonra Müəllim şagirdləri ortaq məqsəd ətrafında birləşdirir, onlara qarşılıqlı müzakirə və fikir mübadiləsini tələb edən fəaliyyətlər təqdim edərək birgə qərar vermə və məsuliyyət paylaşılmasını təşviq edir. Bizdə bu dedik ki, bu hansıdır? Bu hansı yanaşmadır? fikir mübadiləsi bu əməkdaşlıqdır deyəsən. Bəli, bəli. Adı üstündə də Bəli. birgə, qarşılıqlı müzakirə, birgə fikir mübadiləsi bu əməkdaşlığa əsaslanan yanaşmadır. Birinci yanaşmaları müəyyən edək, sonra qayıdarıq situasiyaya. Y-də nədir? Y-də deyir ki, müəllim dərsin sonunda əldə olunan nəticələri qiymətləndirərək tədris prosesinin ümumi effektivliyini müəyyənləşdirir. Bu hansıdır? Bu da deyirsən refleksiv yanaşmadır Bəli, da. bəli. Dərs tutarıb oturub fikirləşir ki, deməli görüm nəticələr nə oldu, ümumi proses effektiv oldu ya yox. Bu refleksivdir. Bəli. Hə, Deməli, A variantı, elə birincidə A variantı, müəllim dərs zamanı şagirdlərin ehtiyac və bacarıq səviyyələrini izləyir. Müşahidələrə əsaslanaraq izah üsullarını, tapşırıqların həcmini və çətinlik dərəcəsini fərqli şəkildə tənzimləyir. bu hansıdır? Fərdi yanaşma Baxın, müəllim burada keçdiyi dərsi şagirdlərin ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırır. Uyğunlaşdırmaq sözünün terminindən qarşılığı adaptasiyadır. Bu adaptiv yanaşmadır. dərsi cəlb edir. Bəli. Uşaqların ehtiyaclarının nəzərə alınması və dərsin onların ehtiyaclarına uyğun qurulması. O deməkdir ki, mən keçəcəyim məsələni uşaqların vəziyyətinə uyğunlaşdırıram, adaptasiya edirəm. Adaptasiya etmək sözündən gəlir o. Bu adaptiv yanaşmanı göstərir. Deməli, bizim situasiyamızda nə idi bəs istəyir? İndi qaydaq situasiya. 5-ini də tapdıq, düzdürmü? Aşağıdakı 4-ünü düz tapmışdınız. 5-ci də mən kömək elədim. Bu oldu adaptasiya. İndi situasiyaya qaydaq görə bunlardan hansı cavabdır? Situasiyada nə deyir bizə? Deyir ki, müəllim dərsi elə təşkil edir ki, şagirdlərin bilik səviyyəsi, bilik və bacarıq səviyyəsini izləyir. Burada getdi. Müşahidələr arası izah üsullarını təlim uyğun şəkildə bu müşahidələr arasında izah üsulları, tapşırıqların həcmini və çətinlik dərəcəsini uyğun şəkildə çeviş tənzimlənsin. Situasiyada hansı yanaşmadır müəllimdə? Deməli, situasiyada yanaşma daha uyğun gəlir. Konstruktiv deyil. Bu verilmiş situasiyada müəllimin yanaşması nədirsə, cavabdan da həmin yanaşmaya aid fikri götürsək, cavab çıxacaq. Müəllimin yanaşması. Müəllimlə burada A variantı olar da. Yox, biz variant axtarmırıq. Situasiyada müəllimin yanaşmasını axtarırıq. Müəllimin Variantlar yanaşmasını axtarırıq ki, müəllim necə yanaşır? Uyğun, fərdlərə uyğun. Yəni hər bir şagirdin özünə uyğun şəkildə Bu tənzimlənməsi. hansıdır? Bu hansı yanaşmadır? Diferensial yanaşmadır. Diferensial yanaşma adlı yanaşma keçməmiş axı bizə də. Keçmişə daha doğrusu, amma bu təhsildə müasir pedaqoji yanaşmaların içərisində yoxdur. Köhnə yanaşmadır artıq diferensiallıqdır. Konstruktiv. Niyə konstruktiv? Konstruktiv bayaq demədik, uşağa özünə kəşf eləmək. Uşağın özünün kəşf eləməsi. Müəllimin buradakı yanaşması ilə adaptivdir. Müəllim, mən də o demək istəyirdim də elə. Adaptiv. Yox, Burada anı adı yox, siz A götürmüşdük. variantı. Anonsuz mən birincidən götürmüşdüm, məntiqlə götürmüşdüm. Hə, Sadəcə amma yanaşmanı bu müəllim sualın, soruşur ki, bəli, sualın mahiyyətini başa düşmək. Biz birinci Bəli. variant axtarmağa çalışmamalıyıq. Başa düşməliyik ki, bizə verilən bu situasiyada müəllim hansı yanaşma eləyib? Deməli, müəllimin elədiyi yanaşma nədirsə,
Aşağıda variantda da həmin yanaşmaya aid fikir seçməliyəm mən. Görürsüz, belə tapanda daha rahat olur. Mən burada müəllimin yanaşma adaptiv olduğunu bilsəm, variantlara baxan kimi hansının nə olduğunu bilirəm. İçində bir dənə adaptiv var da, A variantını cavab götürürəm. İndi bildiniz niyə A-dır cavab? Bəli, A bəli. situasiyaya oxşadığı üçün yox, yanaşma eyni olduğu üçün. A variantındakı fikirlə situasiyadakı yanaşma eyni olduğu üçün. Baxın, müəllim uşaqların bilik səviyyəsini nəzərə alıb, öyrənmə sürətini və ehtiyaclarını nəzərə alıb. A-da deyir ki, dərs zamanı şagirdlərin ehtiyaclarını, gördünüz, bacarıq səviyyələrini izləyir və izah üsullarını, izahın həcmini və çətinlik dərəcəsini fərqli şəkildə tənzimləyir. Yəni uşaqlara fərqlərə uyğun şəkildə keçdiyimiz dərsin çatdırılması onların vəziyyətinə bizim adaptasiya etməyimizdir. Adaptasiya eləmək nədir? Fərqlərə uyğun şəkildə uşaqlara dərsi uyğunlaşdırmaqdır. Onların vəziyyətinə necə deyirlər, uyğun formada dərsi keçməkdir. Öyrənmə tərzlərinə və s. Deməli, situasiyada müəllim adaptiv elədiyi üçün müəllimin bu verilənlərdən hansı müəllimin yanaşmasına daha uyğundur? Müəllimin yanaşması nədir? Adaptiv. Verilənlərdən də məcbur niyə tapmalıyam? Adaptivi. O da olur A variantı. Aydın oldu niyə cavabı A'dır? Bəli, bəli. Digərləri də düzgün fikirdir, amma nədir? Fərqli yanaşmaların fikirdir. Məsələn, B konstruktivindir. Sonra C refleksivindir, D əməkdaşlığındır, E yenə refleksiv yanaşmanı göstərdiyi üçün onları saymıram. 3. Müəllim, bunlar yeni proqrama qoşulan mövzulardır. Bəli, bu yeni mövzudur. Deyirəm, tanış gəlmir. Deyir ki, verilmiş fikirlərdən hansı yanlışdır? Aha, Adaptiv səhv. təlim səhvdir, bəli. Adaptiv təlim tətbiq edildikdə şagirdlərin fərdi çətinlikləri əsasən aradan qalxır və bu səbəbdən müəllimin fasilitator və fərdi dəstək göstərən rolu ikinci plana keçir. Adaptiv dedikdə dərsə adaptasiya olmaqdır. Şagirdlərin fərdi çətinlikləri əsasən aradan qalxır və bu səbəbdən müəllim göstərici, yəni fasilitator və fərdi dəstək göstərən rolu ikinci plana keçir. Sizcə burada doğrudur, yoxsa yanlışdır? Yanlışdır məncə. Niyə yanlışdır? Fərdi çətinliklərini aradan qaldırır və səbəblərdə müəllimin fərdi çətinliklərin aradan qaldırılması Digər variantlara baxın. deyir ki, şagird yönümlü yanaşma şagirdlərin maraq və ehtiyaclarını nəzərə alaraq onların təlim prosesində fəal iştirakını və öyrənməyə daxil motivasiyasını gücləndirir. Bu düzgün variantdır. Şagird yönülmə yanaşma, şagirdlərin maraqlarını, ehtiyaclarını nəzərə Nəzərə alır. almaqdır. Bəli. Bəli, B variantı düzgün variantdır. Reflektiv öyrənmə şagirdlərin öz öyrənmə prosesini təhlil etməsinə, istifadə etdikləri strategiyaların effektivliyini dəyərləndirməsi, bu da refleksiyadır. Yəni şagird özünün refleksiyadır. Nəyi öyrəndi, necə öyrəndi, bu da düzgün variantdır. Biz yanlış variant axtarıq. Əməkdaşlığa əsaslanan təlim mühiti şagirdlərin fərqli fikirləri müqayisə etməsinə, arqumentlərə əsaslandırmasına və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməsi, bu da düzgün variantdır deyə. Əməkdaşlıq, təlim mühiti şagirdlərin fərqli fikirləri öz aralarında müqayisə edir, arqumentlərə əsaslandırır, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməsinə imkan verir. Düzgün variantdır, D variantı. Müasir pedaqoji yanaşmalar müəllimin rolunu əsas bilik mənbəyindən daha çox öyrənmə prosesini planlaşdıran, istiqamətləndirən və dəstəkləyən fasilitator kimi təqdim edir. Bu da düzdür, müəllim göstəricidir. Yəni istiqamətləndirici, dəstəkləyici rol oynayır. Y variantı düzdür. Deməli, əməkdaşlığa deyə bir də baxım. Əməkdaşlığa əsaslanan təlim mühiti şagirdlərin fərqli fikirləri müqayisə etməsinə, bu müqayisə etməsinə
arqumentləri əsaslandırmasına və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsinə imkan verir. Amma A variantının üstündə qaldım. A niyə səhvdir? A. Adaptiv təlim tətbiq edildikdə şagirdlərin fərdi çətinliklərə əsasən amma A düzdür, aradan qalxır, adaptasiya edir və onların fərdi çətinliklərini aradan qaldırır. Bu səbəbdən müəllimin fasilitator və fərdi dəstək göstərən rolu ikinci plana keçir. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. İcazə fikir bildirə bilərəm müəllim, yoxsa müəllimə icazə versin? Hə, müəllimə Buyurun. Hə, buyurun. Bilmirəm heç. Adaptiv təlim müəllimin adaptasiya etməkdir də, şagirdi dərsə, Hə, ona görə bəli. burada müəllimin rolu əsasdır da, ikinci dərəcəli ola bilməz. Adaptiv təlim dərsin bütün formalarını, tapşırığı, istər dərsin məzmununu, istər də göstərilən dəstəyi uşağa uyğun tənzimləməkdir. Uşağı dərsə adaptasiya eləmək deyil. Dərsi uşağa adaptasiya eləməkdir. Uşağın vəziyyətinə uyğunlaşdırmaqdır. Adaptiv yanaşma budur. Yəni bunu da müəllim edir də. Bəli, müəllim, yəni bu müəllimsiz baş verən proses deyil. Ona görə burada fərdi dəstəkçi rolu uşağa hamının vəziyyətinə uyğunlaşdırmışıqsa dərsi göstərdiyimiz dəstəyi də hamının vəziyyətinə uyğunlaşdırırıq. Düzdürmü? 3 məzmunda olurdu da adaptasiyada deməli fərdiləşdirmə, hər kəsə uyğunlaşdırma. Tapşırıq uşaqların səviyyəsinə, keçdiyin dərsin çatdırma formun, izahın uşaqların səviyyəsinə uyğun olsun və bir də göstərdiyin dəstək. Dəstəyin rolu ikinci plana keçir sözü demək nədir? Səhvdir burada. Çünki axı biz dəstəyi də uşaqlara uyğunlaşdırırıq. Yaxşı oxuyan uşaq var ki, onun bizim dəstəyimizə az ehtiyacı var. Amma təlim nəticəsi o qədər də yüksək olmayan uşaq var ki, onun bizim dəstəyimizə ehtiyacı yüksəkdir. Ona görə də biz ona daha çox dəstək. Ona görə dəstək göstərən rolu ikinci plana keçir səhvdir. Biz axı dəstək mexanizmində də fərdiləşdirməni təqdim edirik. Aydındır? Fərdiləşdirmə dərsdə 3 aspektdə olur. 1. Dərsi necə keçirəm, onu da uşaqları nəzərə alıram. 2. Tapşırıqlarda nəzərə alıram. 3. Göstərdiyim köməkdə də nəzərə alıram. Aydındır? İkinci plana keçir sözü səhvdir. Ona görə bu səhvdir. Bu aradan qaldırır şey bura qədər düzdür hamısı. Əslində ilkindən səhv kimi götürmüşdüm. Ülvəm sadəcə mənə D variantın bir dənə zəhmət olmasa izahını verin. Nəsə D variantında, amma D variantı düzgün fikirdir də. Yəni birbaşa yazılan qaydadır ki, əməkdaşlığa əsaslanan təlim mühiti şagirdlərin fərqli fikirləri müqayisə etməsindən, qrupda işləyəndə şagird özündən başqa digər yoldaşlarının da fikirlərini eşidir. Onların da fikirlərini müqayisə eləyir. Biri səhv deyə bilər, biri düz deyə bilər. Arqumentləri əsaslandırır. Özü də öz fikrini deyəndə o uşaqlar onun dediklərini qəbul etsinlər deyə öz fikirlərini faktlarla, sübutlarla əsaslandırmalıdır. Və tənqidi düşünmə bacarığı. Qrupda hər deyilən söz düz olmaya bilər. Uşaq hamısını sorğulamalıdır. Kör təbii bütün yoldaşlarının dediyinə inanmamalıdır. Əməkdaşlığa əsaslanan təlim mühiti də qruplarla iş kimi başa düşsək, biz bunu əslində belə başa düşməməliyik. Bütün bu dediklərinin hamısı qrupda da baş verirmi? Qrup buna imkan verirmi burada yazılanlara? Fərqli fikirləri müqayisə etmək, arqument əsaslandırmaq və tənqid düşünmə bacarıqlarına. Demək ki, bu D variantındakı fikir tamamilə doğrudur. Yəni bunlar əməkdaşlığa əsaslanan yanaşmada mümkün olan məsələlərdir. D tamamilə doğrudur. A yanlış idi. Sadəcə yəni kör təbii olaraq yanlış seçək yox. Niyə səhvdir? Bunu əsaslandıra bilmiriksə, biz sadəcə A-nı elə deyək də hissiyyatla yazmış oluruq. Biz isə hissiyyatla yox, məntiqi mühakimə ilə yazmalıyıq testi. Gözümüzə variantın şirin gəlməsi ilə onu götürməməliyik. Aydın deyəcəm, biz onun niyə səhv olduğunu, düzdürsə, niyə düz olduğuna baxmalıyıq. Bizi öyrədən şey budur. Əslində bəli, mən deyim, əməkdaşlığı da izah eləmişdim. Sadəcə niyəsə durmadım da üstündə. A-nı ancaq mən səhv kimi əvvəldən götürdüm. Yəni siz demişdiniz, məntiqlə belə beynimin... Gözə şirin gəlir də, ki bu düz gəlmir, burada fikir bir-birini ödəmir, bəli.
Ümumiyyətlə bu metodika testlərində ikinci plana keçmək, arxa planda qalmaq, dolayı yolla, bu kimi şeylər yanlış cavablarda olan ifadələrdir. Öz-özünə, misal üçün Allahın ümidinə buraxmaq. Belə şeylər doğru qəbul olunmur. Rəqabət əsaslı variantlar, bunlar doğru qəbul olunmur. Təşəkkür Bəli, edirəm doğrudur. Bilgənə müəllim. Sonra 4. Oxuyum müəllim. Buyurun Agim müəllim. Müəllim dərsi ilə təşkil edir ki, şagirdlər yeni mövzunu hazır məlumat kimi qəbul etməsin. Əvvəlki bilikləri fəal şəkildə tətbiq edərək anlayışları özləri formalaşdırsınlar. Verilənlərdən hansı müəllimin yanaşmasına müsbət nəticəsi sayılmaz? Bu Bu hansı konstruktivizm və yanaşmadır ümumiyyətlə? konstruktivizm. Yəni Bəli. uşaq passiv Deməli, öyrənən deyil. situasiyadakı Aha, vəziyyət konstruktivizmdir. mhm. Bunu bildik. İndi nə deyir? Şagirdlər əvvəlki bilikləri yeni vəziyyətlərdə tətbiq etməklə anlayışlar Yox, arasında əlaqə. sualın şərtini deyir, deyim. Verilənlərdən hansı müəllimin yanaşmasına müsbət nəticəsi sayılmaz? Aha, deməli konstruktivizmin mənfi Əksi. nəticəsini Aha, axtarırıq bəli da biz. məsələn. Qısa Doğru. konqret. Yəni sualı artıq özümüz üçün başa. Çünki bunu eləmək sualın bir 60%-dir. Bunu eləsə Mhm. tapmaq rahat olur. Deməli biz konstruktivizm üçün mənfi nəticə axtarırıq. Yəni ona aid olmayan, onun sinifdə formalaşdırmayacağı bir nəticə axtarırıq. Mhm. Şagirdlər əvvəlki bilikləri yeni vəziyyətlərdə tətbiq etməklə anlayışlar arasında əlaqə qurma bacarığını inkişaf etdirirlər. Bu müsbətdir. Təbii ki də bu izahıdır bunun. Mhm. Şagirdlər əvvəlki biliklərə əsaslanaraq anlayışları özləri formalaşdırılması, onların mövzuya fərqli baxış bucaqlarını müqayisə etməsinə və düşünmə prosesini şüurlu şəkildə idarə etməsinə imkan yaradır. Bu da müsbətdir. Şagirdlər bilikləri hazır formada almadıqları üçün öyrənmə prosesi uzanır və dərsin məqsədinə çatmaq üçün əlavə vaxt tələb olunur. Bu mənfidir. Cavab elə budur. Bəli, Çox çünki biz gümanlı. bu konstruktivizmin mahiyyəti budur da ki, uşağa Bəli. hazır formada vermirik. Ona istiqamət Mhm. veririk, yön veririk, cavabı Mhm. vermirik. Ya, özü keçsin, Bəli. çıxsın ora. Bu da deyir ki, Bəli. yox, hazır formada almırlar, bu pisdir. Pisdirsə bu Mhm. qədər kişilər bu cərəyanın tərəfdarı olmazdı ki, Piaget, Vygotsky, Brunner, Mhm. John Dewey, Maria Montessori, səhərə qədər bunu adam saymaq olar. Mhm. Bəli, bu izahlar burada səhvdir. Ona görə deyək. Digər variantlar Şagirdlər öyrənmə prosesində fəal iştirak etdikləri üçün anlayışların mənimsənilməsi daha davamlı olur. Müsbət, şagirdlər öz nəticələrini formalaşdırdıqları üçün onlarda öyrənməyə qarşı daxili motivasiya və məsuliyyət hissi arta bilər. Bu da müsbət. bəli, özləri Sonra oxuyub C. başa düşüb öyrəndikləri üçün. Görürsüz, sualın mahiyyətini anlayanda situasiya ilə variantlarla boyda olursa olsun, cavab görürsüz necə dərhal Bəli. adama ki, hə, bu dördü bir qrup altında toplanır, biri qaldı tək, dərhal tuta bilirik ki, o tək qalan hansıdır. Çünki sualı təhlil elədik, nə olduğunu tapdıq. Daha sonra burada müsbət nəticə sayılmaz deyir, bizdən mənfi istədiyini müəyyən elədik. Beyinə filtri qoşandan sonra daha rahat variantları saf-çürü eləyir. Bu bölmədə bütün suallar situasiyadır. Dərsdən sonra müəllim dərsin gedişini təhlil edir, hansı tapşırıqların şagirdlər üçün çətin olduğunu müəyyənləşdirir və növbəti dərsdə strategiyasını dəyişməyə qərar verir. Bu refleksivdir. Bəli, Belə, dərhal görsənir. Dərsdən sonra bəli. müəllim təhlil elədi və qərar verir ki, Mhm. növbəti dərsdə nəyi dəyişəcəm. Deməli, müəllimin yanaşması Refleksiv. refleksiv oldu. Nə istəyir indi? Verilənlərdən hansı müəllimin yanaşması ilə uyğunluq təşkil edir? Deməli, Refleksivi refleksiv olanı ayrıqdır. seçirik. Aha. Müəllim dərs zamanı şagirdlərin mövzunu qavrama sürətində fərqlər olduğunu müşahidə edir. Buna uyğun şagirdlərə əlavə dəstək göstərir. Bu adaptivdir. Bəli. Əlavə dəstək Fərqləri scaffoldingdir. gördü və onlara Fərq uyğun, dəstəkdir. Bəli. fərqə uyğun, birinə az, birinə çox, Aha. birinə dərin kömək elədi. Bəli, bu oldu Mhm. adaptiv. Əla. Adaptiv. Müəllim dərsin gedişini təhlil edərək şagirdlərin yaşadığı çətinliklərin səbəblərini müəyyənləşdirir. Bu nəticələrə əsaslanaraq növbəti dərs üçün təlim strategiyalarını yenidən planlaşdırır. Bu refleksivdir. Bəli, bu refleksivdir. Cavab elə budur. Gələni Sonra tapaq. müəllim dərsin əvvəlində açıq sual verir, şagirdlərin fikirlərini və fərziyyələrini dinləyir. Verilən istiqamətverici suallar əsasında onların mövzunun əsas anlayışlarını öz mülahizələri ilə müəyyənləşdirməsinə imkan verir. Bu konstruktivizmdir. Bəli, əsas anlayışları öz mülahizələrinə Bəli, müəyyənləşdirmək. Müəllimin də təkrarı sualı yəni nədir? Sadəcə dəstəkdir də. bəsdir. Bir növ scaffoldingdir, yol göstərməkdir. Hı hı. Scaffolding rahat deyə bilirik burada. Niyə? Çünki Vygotsky özü də bu cərəyanın konstruktivizmin nümayəndəsidir. Yəni Hı hı. Vygotsky də bu qrupun içinə daxildir. Konstruktivizm.
Müəllim dərs zamanı şagirdləri kiçik qruplara bölür, onlara ortaq tapşırıq təqdim edir və qrup üzvlərinin fikir mübadiləsi apararaq birgə həll yolları tapmasına şərait yaradır. Bu əməkdaşlıqdır. Bəli, kiçik qrup əməkdaş. Müəllim yeni mövzuya başlamazdan əvvəl şagirdlərin mövcud anlayışları üzə çıxarır, suallar vasitəsilə onların özlərinin nəticəyə gəlməsinə imkan yaradır. Bu da konstruktivizmdir. Çünki Bəli, özləri nəticəyə özlərinin gəlir. nəticəyə gəlməsi, bəli, konstruktiv. Hı -hı. Bəli, burada nə axtarırdıq biz? Refleksiv axtarırdıq. Cavab B O oldu. da B oldu, bəli. Düzdür. Hamısı düpbədir. Növbəti. Müəllim dərs zamanı şagirdləri qruplara ayırır. Hər qrupa birgə həll tələb edən tapşırıq verir. Qrup üzvləri rolları bölüşdürür, bir-birinin fikirlərini müzakirə edir və yekun cavabı birlikdə əsaslandırırlar. Müəllim müzakirəyə müdaxilə etmir, yalnız əməkdaşlığı və qarşılıqlı ünsiyyəti təşviq edən suallar verir. Bu əməkdaşlıqdır. Bəli, elə əməkdaşlıqdır. Bəli, bu vəziyyətdə müəllimin Bunlardan pedaqoqu bulanmır. yanaşması haqqında hansı fikir yanlışdır? Yəni səhv olanı seçirik burada. Bəli. Müəllim şagirdlər arasında müsbət qarşılıqlı asılılıq yaradaraq öyrənmə prosesini gücləndirir. Bu doğrudur. Çünki rolları bölüşdürür. Aha. Bəli, Müəllim, bəli, bəli. Komponentlərinin içində var idi əməkdaşlığı. bəli. Müəllim iş prosesində şagirdlərin qarşılıqlı fəaliyyətini strukturlaşdırır. Bu da düzdür. Qarşılıqlı fəaliyyət əməkdaşlıqdır. Bu yanaşmada əsas məqsəd qrup üzvlərinin rolları dəqiq yerinə yetirməsidir və tapşırığın məzmunundan daha çox prosesin özü ön planda tutulur. Yox, amma burada yazılıb axı birgə tapşırığı həll etsinlər, birlikdə Bəli, əsaslandırsınlar. əsas qrup məsələsidir. Bəli. Prosesin özünü ön planda tutan daha çox refleksivdə olur. Hı Ki, -hı. tapşırığa baxmır da, dönüb geriyə öyrənmə prosesini nəzərdən keçirir ki, mən bu yolda uşaqlarla birdə neyi düz elədim, neyi səhv elədim. Hı. Bəli, Sonra bu deyil. müəllim Bu daha çox birliklərin refleksivə birgə, aid olur. bəli, müəllim birliklərin birgə mübarizə və qarşılıqlı fikir mübadiləsi yolu ilə formalaşmasına şərait yaradır. Bu doğrudur. Bu da əməkdaşlıq. Müəllim təlim prosesinə fasilitator rolunda çıxış edərək əməkdaşlıq mühitini dəstəkləyir. Bu da Bu da doğrudur. düzdür. Bəli, bu da düzdür. Düzgün cavab C olurdu. C variantı. Bəli, bəli. Bir suala da baxın, 7. Müəllim dərsi ilə Yerləşdirmə. təşkil edir ki, şagirdlər qarşılıqlı əlaqə və birgə fəaliyyət vasitəsilə öyrənsin, fikir Aha. mübadiləsi aparsın və ortaq nəticələr əldə etsinlər. Bu əməkdaşlıqdır. Bəli, bu əməkdaşlıqdır. Bax. Verilənlərdən hansı müəllimin yanaşması ilə uyğunluq təşkil edir? Deməli, Müəllim dərs əməkdaşlığa aid fikir Bəli, axtarır. bizə əməkdaşlıq olmalıdır. Müəllim dərs prosesində şagirdlərin fərdi xüsusiyyətlərini, öyrənmə imkanlarını müşahidə edir. Bu müşahidələrə əsaslanaraq tapşırıqların səviyyəsini uyğunlaşdırır. Bu adaptivdir. Uyğunlaşdırır, bəli, Bəli, adaptiv. adaptivdir. Müəllim dərsə düşündürücü bir vəziyyətlə başlayır. Şagirdlərin ilkin fikirlərini səsləndirməsinə şərait yaradır və anlayışların müəllimin izahı olmadan tədricən formalaşmasını təmin edir. Bu konstruktivizmdir. Bəli, müəllimin izahı Çünki olmadan, özləri, yəni bəli. özü. Uşaqlar Mhm. özü başa düşsünlər, bu konstruktivist yanaşmadır. Düzdür? Müəllim dərs bitdikdən sonra təlim prosesini qiymətləndirir, üzə çıxan çətinliklərin səbəblərini araşdırır və növbəti dərslər üçün yanaşmanı yenidən qurur. Bu Yenidən refleksivdir. vurur, bəli, refleksiv. Mhm. Düzdür, əla. Müəllim şagirdlərə eyni tapşırıq çərçivəsində fərqli məsuliyyətlər verir, onların qarşılıqlı müzakirə apararaq işi birlikdə planlaşdırmasına və ümumi qərara gəlməsinə imkan yaradır. Bu əməkdaşlıqdır məncə. Bəli, fərqli Mhm. məsuliyyətlər verir qrup daxilində, Mhm. qarşılıqlı müzakirə qrup, axırda deyir, mənə bir dənə ümumi, məsələn, təqdimat Mhm. tapşırığı vermişik. Biri dizayn eləyir, biri məlumat yazır, Evet. biri şəkil yapışdırır, biri kəsir, düzəldir qıraqların. Mhm. Axırda nə edirlər? Qrup adından onu bütöv iş Təqdim kimi edir. çıxıb təqdim edir. Aha. Demirlər ki, bunu mən elədim. Halbuki ki, bu bizim qrupun işidir. Deməli, bu nə oldu? Son əməkdaşlıq. Əməkdaşlıq. Sonra müəllim dərsin sonunda əldə olunan nəticələri ümumi şəkildə təhlil edir və tədrisin səmərəlilik səviyyəsini müəyyənləşdirir. Bu da refleksivdir. Bu da refleksivdir. Əla. Çox yaxşı yer verirləmisiniz beyninizdə yanaşmaları. Tam Bəli. belə oturub, yəni qəti qarışdırmırsınız, tərəddüd Testdə də eləmirsiniz. təfsil işləmişəm mənim. Hə, Sınavda. təbii ki də bu Mhm. oturub deyə beyninizə hamısının xüsusiyyət, təməl xüsusiyyətləri çox yaxşı qəbul eləmisiniz beyninizdə. Əslində sizin bu izahınızdan məncə müəllimlərə də artıq beynində hamısı yer verir oldu. Çünki birgə fəaliyyət, qarşılıqlı əlaqə və sair bu şeylər qrupda olur. Bunlar əməkdaşlıqdır. Uşaqlara uyğunlaşdırmaq adaptasiyadır. Uşağın özünə mümkün qədər öyrənməsini təmin etməyə çalışmaq, yol istiqaməti konstruktivizmdir. Sonra nə qaldı? Dərs qurtarandan sonra oturub təhlil eləyib, geriyə dönüb baxmaq, bu da refleksiv. Deməli, burada cavab olacaqdır D variantı.
Bəli. Təşəkkür edirəm Aygün müəllimə. Uğurlar, əla. Növbəti 8. Hamısı biraz uzun suallardır burada. Bütün suallar bu bölmədə hamısı situativdir. Hamısı uzun mətnlərdən, variantlardan ibarətdir. Növbəti kim oxumaq istəyir? Bütün məncə yanaşmalar artıq beynimizdə sərbirah oldu, yerbəyer oldu ki, hansı nədir? Əsra müəllimə oxuya bilərsiniz? Bəli, müəllim, oxuya bilərəm. Biraz ola Hə. bilsin ki, mən cavablandırmada çətinlik çəkəm, o müəllimləri narahat eləməz. Çünki onlar artıq uyğunlaşdılar cavablara. Narahat olmayın, narahat olmayın. Öyrəndikdə görürsünüz, bir 6-7 sual kifayət edir ki, adamın beynində hamısı öz yerinə oturur. Narahat olmayın. Bəli, mən olmadım, onlar Hə. ayağı Yəni siz uyğunlaşdı. qoşanda gördünüz ki, hamısı yerbəyer olub. Elə olur da Ondan 6-7 sual maksimum. 10 sualdan sonra hər şey artıq mənzərəsi tam formalaşır insan beynində ki, nə var, nə yox. Deməli, 8-ci sualda deyir, müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. Yanlış axtaracağıq da biz bu situasiyada. Müəllim Fərqi yoxdur, şagirdlər hamısına bir baxırıq. Müəllim şagirdləri qruplara bölür və tapşırığın məqsədini izah edir. Qruplar öz fəaliyyət planını müəyyən edir, fikir mübadiləsi aparır və nəticələri birlikdə təqdim edirlər. Müəllim yalnız istiqamətverici suallarla prosesi dəstəkləyir. Burada biraz Hansı yanlış yanaşmanı deməli? Qruplara bölür, fəaliyyət bu planını müəyyən edir. əməkdaşlığı təşkil edir də. Bəli, bu əməkdaşlıqdır. Əməkdaşlığı təşkil edir müəllim burada. Aha. Sonra müəllim sinifdə fərqli bilik səviyyələrini nəzərə alaraq tapşırıqları müxtəlif çətinlik dərəcəsində təqdim edir. Bu müəllimin düzgün addımıdır və dərsin gedişində şagirdlərin ehtiyaclarına uyğun olaraq dəstək formasını dəyişir. Bu hansıdır? Uşaqların fərqliliklərini nəzərə almaq, müxtəlif çətinlik dərəcəsində təqdim eləmək, ehtiyaclarını nəzərə almaq. Konstruktivdir müəllim bu. Yox, bu adaptivdir. Vəziyyət uşaqları nəzərə almaq adaptivdir. Adaptivdir. Müəllim Adaptasiya dərsin eləmək istəyir. Bəli, müəllim dərsin sonunda nəticələri təhlil edir. Hansı mərhələdə Bölmədən öncə çətin bilinir. Buradan öncə bilinir. Dərsin sonunda nəticələri təhlil edir. Söhbət hansı yanaşmadan gedir? Burada nəticələri təhlil etmə refleksiyadır müəllim. Bəli, qurtardı getdi. Növbəti dərsdə buna uyğun yenidən qrup, bu refleksivdir. Növbəti variant. Müəllim qrup işi zamanı hər qrup üçün fəaliyyət mərhələlərini və gözlənənin nəticələri əvvəlcədən dəqiqləşdirir və qrupları buna uyğun şəkildə yönəldərək planın dəyişdirilməsini məqsədə uyğun sayır. Düz oxumadınız. Müəllim qrup işi zamanı hər qrup üçün fəaliyyət mərhələlərini və gözlənən nəticələri əvvəlcədən dəqiqləşdirir və qrupları buna uyğun şəkildə yönəldirərək planın dəyişdirilməməsini məqsədə uyğun sayır. Mən burada planın dəyişdirilməməsini məqsədə uyğun saymaq düzgün addımdır. Təbii ki, yox. Planın dəyişdirilməməsi, çünki vəziyyətə uyğun, qrupların deyir buna uyğun gedir və planın dəyişdirilməməsi bu yanlış addımdır. Dəyişdirilməməsi sözü səhvdir, gördünüz? Fərqi tuta bildiniz. Planı dəyişdirməmək düzgün deyil. Əgər sənin qurduğun plan işləmirsə, yol gedə o planı dəyişdirə bilərsən. İstədiyin formada eləyə bilərsən. Dəyişdirməmək odur ki, sabit bir şeydən yapışıb qalıram. Biz də bilirik ki, kurikulumda sabitlik doğru anlayış deyil. Kurikulum daima dəyişməyə, yenilənməyə, sənin öz səhvi qəbul etməyə, onu dəyişdirməyə açıq mühitdir. Ona görə də planın dəyişdirilməməsi məqsədə uyğun sayır, anlayışı səhvdir. Böyle cavabı da tapmış olduq. İndi Y-yə baxaq. Müəllim mövzunu şagirdlərin əvvəlki biliklərinə əsaslanaraq suallar vasitəsilə açır, onların cavablarını müzakirə edir və izahının cavablar üzərində qurur. Bu da əlaqədir də.
Yox, konstruktivizm, konstruktivizmdir, bəli. Bu indi düz bəli, oldu. Bəli. əlaqə Görürsüz, qurur. düzgünləri dərk eləyən kimi, yanlışı oxuyan kimi insana beyni qəbul eləmir onu. Görürsüz, dəyişdirilməməsini siz birinci dəfə dəyişdirilməsi oxudunuz. Ona görə birinci Bəli, dəfə tapdınız. Amma dəyişdirilməməsi oxuyan kimi dərhal adama beyni o yaşıl işığı yandırmır ki, hə, burada nəsə düzgəlmədi axı. Çünki hər şey güllük gülistanlıq gedir variantlarda. Bir burada ilişib bəli, qalır. Amma yanaşmanı mütləq tapmaq lazımdır. Deməli, əməkdaşlıqda nə var? Qruplarla fəaliyyət, fikir mübadiləsi, ünsiyyət, birgə nəticəni təqdim etmək var. Adaptivdə uşaqların fərqliliklərini, müxtəlifliklərini ehtiyaca uyğun tənzimləmək var. Düzdürmü? Refleksiyada dərsin bəli, sonunda təhlildir. Konstruktivizmdə də çalışır ki, uşağın özü öyrənmə prosesindən bir məna çıxarsın, anlasın. bəli. 9 oxuyaq. Müəllim dərsin əvvəlində şagirdlərə belə bir sual ünvanlayır. Sizcə niyə eyni məsafəni qaçan iki nəfərdən biri daha tez yorulur? Şagirdlər şəxsi təcrübələrinə əsaslanaraq müxtəlif cavablar irəli sürür. Müəllim daha sonra şagirdləri qruplara bölür və hər qrupa fərqli fiziki fəaliyyət növlərini müqayisə etməyi tapşırır. Dərsin sonunda şagirdlər yeni öyrəndikləri anlayış və dərs zamanı onları düşündürən məqamları qısa şəkildə yazılı formada ifadə edirlər. Verilmiş situasiya ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır? Yəni, yuxarıda verilən situasiyanın əksi olmalıdır da bu cavabların biri. Bəli, bəli, tamamilə doğrudur, bəli. Verilən oradakının təsviri olmamalıdır. Deməli, müəllim, Deməli, belə sualda nə edirik? Hər bir variantı aparıb situasiya ilə müqayisə bəli, edirik. situasiyada o qədər uzundur ki, Hə, o dərsin, situasiya biz nə edirik demək? Variantı götürüb aparıb situasiya ilə müqayisə edirik. bəli, Hər bir variantı. dərsin Baxaq. başlanğıcında verilən açıq sual şagirdin əvvəlki bilik və təcrübələrini fəallaşdıraraq mövzuya maraq yaratmağa xidmət edir. Bu Birinci düzdür. elə burada dayanıram. Dərsin əvvəlində verilən açıq sual. Birinci gedib o sualı yoxlayıram, görüm verilən sual açıqdır ya yox. Bəli də müəllim, bunlar dərsə başlamamışdan əvvəl müəllim onlara sual ünvanlamışdı. Hə, həmin suala qayıdıb baxıram görüm bu açıqdır ya yox. Onu yoxlamışam. Çünki sizcə demişdi müəllim. Hərənin öz Aha. fikri, hərənin öz fikri var da burada. Demək, bunda konkret bir cavab yoxdur. Bura hamı öz beyninə gələni deyə Bəli. bilər. Bəli. Demək, Bəli, variant sizcə yanlışı soruşursa bu A bəndi düzdür. A bəli, düzdür. Bunu atdım getdi. Bəli. Görürsüz, hər bir variant. Görürsüz, bunları bir-birindən oxuyub bir gözümə hansı şirin gələcək, bunların arasında müqayisə eləmirəm. Bu tipli sualda variantı götürüb qayıdıram situasiyaya. Görüm bunun içindəki söhbət orada öz əksini tapır, tapmır. Bu cür eləyəndə amma dəqiqliklə cavabı tapmaq olur. Şagirdlərin qruplar şəklində müxtəlif fiziki fəaliyyətləri müqayisə etməsi anlayışların səbəb-nəticə əlaqələri arasında formalaşmasına şərait yaradır. Bu da əsasında formalaşmasına şərait yaradır. Bu da düzdür. Qayıdıram. Burada var idi mu? Şagirdlərin şəxsi təcrübələrinə Hər əsaslanaraq qrupa fərqli fiziki fəaliyyət növlərini müqayisə etməyi tapşırır. Bu da fiziki var. fəaliyyət müqayisə etməsi Müxtəlif fiziki fəaliyyətləri müqayisə etməsi, bu da var. düzdür. Hı-hı. Sonra C bəndin fərqli cavabların səsləndirilməsi şagirdlərin mövzuya müxtəlif baxış bucaqlarından yanaşmasına və tənqidi düşünməsinə imkan verir. Bu da düzdür. Çünki sizcə deyibsə, müəllim sizcə soruşubsa, Bəli, hərənin bəli, şəxsi bəli. fikri olacaqdır. Tamamilə doğrudur. Fərqli Bu da o cavabı deməkdir olacaqdır. ki, hə, hamının baxış bucağı fərqlidir. Mən də oturub qulaq asıramsa dərsdə fərqli baxış bucaqlarını deməli diqqətlə dinləyəcəm və tənqidi düşüncədə inkişaf eləyəcək ki, kiminki ilə razılaşa bilərəm, kiminkinsə bəyənməyə bilərəm. Deməli, bu da var. Bəndi, deməli. Dərsin sonunda yazılı refleksiya mərhələsi şagirdlərin öyrəndiklərini ümumiləşdirməsinə və düşünmə prosesini dərk etməsinə kömək edir. Dəqiqə müəllim, bunu böyüdüb kiçildirəm ki, mən Hə. situasiya ilə əlaqələndirib.
Dərsin sonunda yalnız refleksiya mərhələsində şagirdlərin öyrəndiklərini ümumiləşdirməsinə və düşünmə prosesini Yalnız dərk etməsinə. yox, yazılı, yazılıdır, yalnız deyil. Hə, Yazılıdır. unutmuş. Şagirdlərin öyrəndiklərini ümumiləşdirməsinə və prosesini dərk etməsinə kömək edir. Dərsin sonunda şagirdlər yeni öyrəndikləri anlayışı və dərs zamanı onları düşündürən məqamları qısa şəkildə yazılı formada ifadə edirlər. Bu da düzdür müəllim. Bu da düzdür. Yaxşı. Eyni. Böyüdə bilmirəm mən eyni. Eynəklə də baxıram, yenə böyüdə bilmirəm. Ne idi nəşə? Dərsdə əsas anlayış artıq qruplar tərəfindən araşdırıldığı üçün müəllim dərsin sonunda anlayışı yenidən əlaqələndirilməsinə və ümumiləşdirməsinə ehtiyac qalmır. Yəqin ki, bizim səhv cavabımız bu olacaqdır. Çünki hamısı həm də doğru çıxdı, həm də Hə, əsas hamısı anlayış. mənaya uyğundur. Hə. Hə, Burada bir də əsas anlayışı artıq qruplar tərəfindən əsas araşdırıldığı üçün dərsin sonunda deyir, yenidən anlayışı yenidən əlaqələndirməyə əlaqələndirilməsinə, ümumiləşdirməsinə ehtiyac qalmır. Amma bu qruplar müəllimin dərsin sonunda bunu təqdim etsələr də, hər zaman müəllimin rəyinə ehtiyac var. Bəli, bəli, bəli. Tamam, düzgün izahdır. Tamamilə düzgün izahdır. Hazırlaşırdım bunu verməyə. Bəli. Gözləmirdim açığı. Tam səmimi deyəcəm, bu izahı verəsiz. Bəli, hər zaman qrupları da təqdim edəsələr belə, sonda bizim uşaqlara bütün dərsdə keçdiklərimizlə bağlı bir əlaqələndirmə, ümumiləşdirmə, ümumi mənzərəni onlara Bəli, bir hə, yekun rəy lazımdır da müəllim bəli, tərəfindən. bütün təqdimatları axırda puzzle'lardır da, hamısını birləşdirib bütün dərsin mənzərəsini uşaqlara təqdim etmək lazımdır ki, baxın uşaqlar, deməli bu məsələnin axırı nə oldu? Toplayırıq bir yerə, ehtiyac qalmır. Nə olsun ki, uşaqlar qruplar tərəfindən işləyiblər, özləri araşdırıblar. Amma biz hər qrupa eyni tapşırıq verməmişik ki, uşaqlar eyni şeyi araşdırsınlar. Demək, dərs bitəndə hər qrup özünə məxsus sahəni bildi də, artıq oranı araşdırdı. Bəli. Digər sahələrlə bağlı özünün öyrəndiyi ilə digər sahələri bir mənzərədə, bir fotonun tərkib hissəsi olaraq görməyə çalışmalıdır. Oradakı məqamlar da onlara aydın olmalıdır. Bu qruplarla işin məqamı odur. Biz axı qruplara fərqli formada tapşırıq vermişik. Baxın, hər qrupa fərqli fiziki fəaliyyət verilib. Yəni hər bir qrupun özünün potensialına uyğun verilib də yəqin ki, Bəli, bəli. ona görə. Hamısı ayrı-ayrıdır və hamı özünün fəaliyyəti ilə məşğul olub deyə digərlərindən də xəbərdar olmalıdır. Özününki ilə onları əlaqələndirə bilməlidir. Bunu da müəllim axırda dərsin sonunda həyata keçirir. Bunu ehtiyac qalmır, düzgün anlayış deyil. Onda hamıda kəzə öyrənilən mövzunun cəmi 25% olar da 4 qrup olsa deyək ki. Ona görə Y variantı səhv idi. Doğru tapdınız. Gözünüzü qorxutmasın uzun suallar. Əslində uzun sual daha çox məlumat ehtiva eləyir, onu tapmaq daha rahat olur. Bəli, 13 oxuyun müəllim. Onu oxuyun, 13 yox, onu. Hə, onu. Hə, 9 deyil. Aşağıdakı situasiyalardan hansı müasir pedaqoji yanaşmaya uyğun deyil? Uyğun olmayan soruşur. Müəllim dərsdə problemli vəziyyət yaradır, şagirdləri ehtimalları irəli sürməyə təşviq edir və yönəldici suallarla onların müstəqil nəticə çıxarmasına şərait yaradır. Yəni burada da müəllim inkişafa açıq bir situasiya yaradır da, şagirdlərdə bir açıq tipli sualdır. Yanaşmanın Bəli, adı nədir? Yanaşmanın adı inkişafa açıq düşüncə deyil müəllim bu. yox, bu nəzəriyyədir. Biz bu bugünkü dərsdəki 4 dənə Hə, yanaşmadan. bugünkü yanaşmamızı soruşursunuz. Hə. Bəli. O 4 dənədən birini almayana qədər mən bütün suallarda əl çəkməyəcəm sizdən. Hə, o 4 dənənin heç adı yadımda qalmır onların. Onu sağa sola atmayın onları. Onları mən sizdə hər dəfə mütləq adını alacağam ya ona. Bu bir yanaşmanın göstəricisidir. Yönəldici suallar vermək, istiqamət vermək, müstəqil nəticə çıxarmasına şərait yaratmaq hansı yanaşma idi? Müstəqil nəticə çıxartma. Aktiv öyrənmədir də bu. Ay müəllim, aktiv öyrənmə nədir? Yanaşmamızın adı 4 dənə idi. Mövzunun başlığında var olar. Deyə burada bu 4 dənədən biridir. Əməkdaşlıq, konstruktivizm, refleksiv, adaptiv. Baxmamısınız videoya?
Video baxmışam müəllim. Əsas odur ki, o sözlər məni çox yordu, biraz çətinləşdirdim mən. Neyi çətinləşdirdiniz? Sözləri, Bəli, dəftər sözlər. qavramada Əməkdaşlığa biraz çətinlik çəkirəm. hə, yox, bu qapalı düşüncə tərzidir. Çətinlik çəkirəm yox. Bu çətin çəkmək nə deməkdir? Bunu bilməyiniz yaxşı şeydir. Bunun üstünə getmək lazımdır. Niyə çətinlik çəkirəm mən? Səbəb nədir? Problem nədir? Nəyi düz etmirəm? Videonu izlədiniz, dediniz ki, izləmişəm. Videonu Bəli, izləyə-izləyə izləmişəm. bir qeyd götürdünüzmü özünüzə ki, müəllim burada 4 dənə yanaşmadan danışdı. Xeyr, o qeydi götürməmişəm. Hə, bu birinci problem. İkinci problem. Dərsin sonunda refleksiya sualı qoymuşdum. Bu sual üzərində düşünmüsünüzmü? Yox. Yox, bu ikinci problem. Üçüncü problem. Dərsi birdən-birə izləmisiniz, yoxsa hissələrlə izləmisiniz? Birbaşa izləmişəm. Birbaşa izləmisiniz. Dərsin uzunluğu 1 saat 10 dəqiqədir. Bəli. Mən özüm o dərsi təxminən 5 saat yarıma çəkmişəm. Sizin 1 saat 10 dəqiqəyə bütün diqqətlə bunu izləməniz mümkündür. Yəni dünyada belə bir insan yoxdur. Ən maksimum diqqətli insanların diqqət müddəti 25 dəqiqəni keçmir. Siz orada 3 dənə 25 dəqiqə tamamlamısınız. O deməkdir ki, ilk 25 dəqiqə ərzində olan diqqətinizdən sonrakı hər şey boşluğa gedib. Dünyada elə bir insan yoxdur ki, diqqət müddəti 25 dəqiqəni keçsin. Mümkün deyil fiziki olaraq. Orada hər yanaşmadan sonra onları hissə-hissə izləmək lazım idi. Məsəl üçün, əməkdaşlığa baxdınız, durun bir çay için, bir başqa işinizi görün. Sonra qayıdın gəlin, əməkdaşlıqdan sonrakına baxın, adaptivə baxın. Bu cür baxmaq lazım idi. Bu bir dəfəyə bitirilib tükədiləsi bir anlayış deyil. O da sizdə Mənim bu A bəndində əməkdaşlıq yoxdur. nədir bəs? Aydın Refleksiya oldu var mı? dediklərim. Bəsəmən mən. Bəli, bəli. Aydın oldu dediklərim. Bu çətinliklərdən çıxış yollarını mən sizə göstərirəm. Bundan qaçmaq sizə heç nə qazandırmayacaq. Bunun üzərinə getməkdir bizi inkişaf etdirən. Çətinliklərdən qaçmaq, görməzdən gəlmək bizi inkişaf etdirmir. O çətinlik həmişə öz varlığını qoruyur orada. Mənim biraz vaxt məhdudiyyətidir, düzdür. Onun dəxli yoxdur imtahanda. Sizdə də vaxt məhduddur, bizdə də vaxt məhduddur. Fərqi yoxdur. Bu şeyi öyrənmək istəyirsiniz, yoxsa elə öyrəndim düşüncəsini özünüzə, beyninizə aldadıb imtahana getmək istəyirsiniz ki, hə, mən hazırlaşdım, alınmadı. Vaxt hamıda məhduddur. Hamının 24 saatı var. Hamının imtahana qədər müddəti eynidir. Eyni, necə deyək, qaçış palasasıdır. Sadəcə kim faktiki olaraq faydalı istifadə edir, kim istifadə eləmir, məsələ bu olacaq. Aydındır? Yəni qabağa qaça-qaça getmək, öyrənmədən getmək bu faydasız şeydir. 3 mövzu öyrənin, amma dərindən öyrənin. O 3 mövzudan düşəcək sualı 100% yazın. 100 mövzu öyrənib içindən bir dənə sual yazmaqdansa, 3 mövzu öyrən, 3 dənə sual yaz. Aydındır? Yəni iş faydalılıq əmsalı. Bəli. Onca vaxtı qəti düşünməyin. Vaxt hamı üçün eyni gedir. Dünyada ədalətli olan yeganə şeydir. Hər kəs üçün eynidir. Yəni kimindəsə 28 saat 4 gün. Bəli. Qaydaq suala A variantında yönəlici sualla getmək, bu təbii ki, konstruktivizmdir. Yönəlici sual və s. bunlar scaffoldingdir. Vygotsky'nin anlayışlarıdır. Bu konstruktivizm cəryanıdır. Yəni yanaşması daha doğrusu. B bəndində müəllim dərs prosesində şagirdlərin fərdi bacarıqlarını nəzərə alaraq tapşırıqları müxtəlif səviyyələrdə təqdim edir və hər kəsin irəliləməsini dəstəkləyir. Hər kəsi nəzərə almaq hansı idi? Hər kəsi nəzərə almaq. Keçdiyimiz dərsi uşaqlara uyğunlaşdırmaq. Adaptə olmaqdır da. Bəli, adaptə olmaqdır, bəli. Türkçəsi elədir. Adaptiv, adaptə olmaq. Necə yadda qalır, elə yadda salın. Görürsünüz, yavaş-yavaş oturur bir necə. Hər kəsə uyğunlaşdırmaq, yəni dərsi uşaqlara nə etmək? Adaptasiya etmək. Latın kökənlikdə hamısının kökü adaptasiyadan gəlir. Məndə belədir ki, məsələn, bunları bir neçə də məndə
Elə bil ki, biraz sizdə izaha baxsaydım, bu konstruktivdə, adapsiya, bunların şərtlərin başa düşdüydüm, indi çətinlik çəkməzdim də. Dərsə qulaq asanda da bunlar hansının hansına aid olduğun bir dənə refleksi biraz bilə bildim, bir də əməkdaşlığı bilə bildim. Niyə? Bu Çünki iki əvvəldədir. O 25, ilk 25 dəqiqədədir. Bax, mən onu demək istəyirəm də bayaqdan. Deyir, saqqalım yoxdur, sözüm keçmir misalı. Gərək saqqal saxlayaq. Onlar cib çünki əlindəki əvvəldəkilərdir. Ona görə mən bayaqdan onu deyirəm ki, 25 dəqiqədən o yana insan diqqəti yoxdur. Mümkün deyil. Hətta testlərlə 25 dəqiqə də maksimum müddətdir. Einstein-də belə 22 dəqiqə civarı olur. Yəni biz Einstein-lə daha ağıllı deyilik də. Bizdə orta hesabdan 15-də zətdə kəsilir. C bəndində müəllim əməkdaşlığa əsaslanan fəaliyyətlər təşkil edir. Şagirdlərin qarşılıqlı ünsiyyət qurmasına və və birgə qərar verməsinə imkan yaradır. Bu əməkdaşlıqdır. Bəli, adı içində əməkdaşlıq. Bəli. Müəllim dərsin əsas hissəsini izah edir. Şagirdlərdən isə verilən məlumatları diqqətlə tətbiq etməyə tapşırır. Müəllim yeni mövzunu şagirdlərin əvvəlki bilikləri ilə əlaqələndirir və onları səbəb-nəticə əlaqələrini araşdırmağa yönəldən suallar təqdim edir. Bu da E bəndində konustra. Nədir bu Bəli, bəli. konstrasiyadır? Əlaqələndirmək konstruktivizmdir. Yaxşı, nədir bəs? Müəllim dərsin əsas hissəsini izah edir. Şagirdlərdə isə verilən məlumatları diqqətlə tətbiq etmələrini tapşırır. Refleksiya var müəllim burada? Heç biridir. Refleksiya dərs bitəndən sonra təhlil, analizdir o. Burada heç biri deyil. Bu səhvdir. Yanlış olan budur. Bu ənənəvi təlimdir. Dərsi izah edir, sonra deyir ki, verilən məlumatları diqqətlə tətbiq edin. Qurtardı, getdi. Bu ənənəvidir. Ənənəvi yanaşma, köhnə, Sovetdən qalma. Tətbiqdir. Bizə lazım olan buydu. Müasir olmayan budur. Köhnədir. Aydın oldu. Çünki Bəli, qismən. müasir yanaşmanın heç birini eləmədi də. Növbəti suala baxın. Bir də Burada yazıya görə şey deyim. Ekranı təzədən paylaşım. Hə. Gəldi. 11. Uyğunluq istəyir. cədvələ uyğun, doğrudan doğru, yanlışdan yanlış müəllim. Bəli. Belə. Şagirdlərin sualları, fərziyyələri və müzakirələri dərsin gedişinə təsir edir və bu öyrənmənin daha dərin və davamlı olmasına şərait yaradır. Bu düzdür. Bəli. Adaptiv yanaşmada tədris tapşırıqları, təqdimat üsulları və istifadə olunan resurslar şagirdin mövcud inkişaf və öyrənmə səviyyəsinə uyğun tənzimlənir ki, bu da təlim prosesinin daha əlçatan olmasına şərait yaradır. Bu da düzdür də müəllim. Bəli. Adaptiv yanaşmanın izahıdır. Uşaqlara uyğunlaşdırmaq. Onların səviyyəsinə uyğun dərsi qurmaq. Bəli, düz 2 dənə düzdən 2 düzsə, deməli A bəndidir, 1-2 düz. Hə, düzdür. Demək, Onda bizim bu yanlışdakilərimiz də düz olacaqdı, oxuyaq olardı. Bəli, çox məntiqli yanaşdınız, bəli. 2 dənə düzdürsə, düzdür, cavab çıxdı. Baxın, doğru məlumatdır da demək oradakı. Şagird refleksiya vasitəsilə öyrənmə prosesindəki uğur və çətinlikləri, səbəblərini dərk edir və gələcək fəaliyyətini daha məqsədyönlü planlaşdırır. Bəli, burada şagirdin özünü yoxlamasıdır. Nəyi bildin, nəyi yaxşı, nəyi pis. Burada öz gələcək fəaliyyətini buna uyğun qurur. Bəli, refleksiv yanaşmanın mahiyyətini izah edir də. Bəli. Müəllim dərs prosesində və dərsdən sonraki mərhələdə tətbiq etdiyi təlim strategiyalarını təhlil edir, güclü və inkişaf etdirilməli tərəf. Bu da müəllimin refleksiyasıdır. Yəni, dərsi
Bəli. Hə, necə Refleksiv keçdi, nə təlimi, lazımdır, üsul necə idi, gələcək bəli, üsulu necə qurmaq lazımdır, budur. bəli. Refleksiv yanaşmanın iki aspektidir də. Şagirdin özü üçün elədiyinin mahiyyəti nədir? Müəllimin elədiyi refleksiyanın mahiyyəti nədir? 1-2 doğru cavab idi. Təşəkkür edirəm. Sağ olun müəllim. Davam eləyəcəyik. Sonra növbəti Rabil müəllim izləmisiniz yanaşmaları? Dərs qeydlərinə baxmışam müəllim. Aha, tapa bilərsiniz dərs qeydləri ilə. Müəllim neçənci sualda? 13-cü sual. 12. 12-ci sual. Buradan oxuya bilərik. Aha. Müəllim yeni mövzuya başlamazdan əvvəl şagirdlərə əvvəlki mövzularla əlaqəli problemli vəziyyət təqdim edir. Şagirdlərin fərziyyələrini dinləyir və müzakirə əsasında anlayışın formalaşmasına şərait yaradır. Bu konstruktiv yanaşmadır müəllim. Bəli, bəli. Şagirdlərin fikir verin fərziyyələrini dinləyir. Görürsüz, onların fikirlərini alır. Müzakirə əsasında istəyir ki, onlarda anlayış formalaşsın. Şagirdlər öz fikirləri əsasında özləri anlayış formalaşdırmalarını istəyən yanaşma konstruktiv yanaşmadır. 13. Müəllim dərs zamanı mürəkkəb tapşırıq təqdim edir. Şagirdlərin bir qismi tapşırığı yerinə yetirərkən yanlış nəticəyə gəlir. Müəllim bu cavabları tənqid etmir. Əksinə səhv yanaşmalar üzərində dayanır. Hansı mərhələdə səhvin yarandığını müzakirəyə çıxarır və müxtəlif həll strategiyalarını müqayisə edir. Bu vəziyyətdə müəllimin fəaliyyəti müasir pedaqoji baxımdan əsasən nəyi ifadə edir? Deməli, səhvlərin minimuma endirilməsi üçün müəllim izahının mərkəz rol oynadığını, xeyr, Mərkəz rol minimuma endirməsi üçün müəllim izahı. Hə, müəllim izahını əsas götürmür də. Müəllim burada müzakirəyə çıxarır. Bəli, müəllim izahını götürmür. Səhvlərin şagirdlərin idrak prosesini aktivləşdirən öyrənmə vasitəsi kimi dəyərləndirildiyini, bu uyğundur müəllim. Səhvlərin vaxtında aradan qaldırılmasının vaxt itkisinin qarşısını aldığını, bu yanlışdır. Vaxt ikisinə baxmırıq da, biz öyrənməyə çalışırıq. Səhvlərin yalnız yekun nəticəyə təsir edən amil kimi qiymətləndirildiyini, burada da yekun nəticə əsas deyil də. Yəni, dərs boyu uşaqlar öyrənir. Bəli, qiymətə baxmır da, yəni əsas baxır ki, bu səhv niyə oldu, səbəb nədir? Bunu gələ araşdıraq deyir, yekun nəticəyə baxmır. Səhvlərin yaranmaması üçün təlim prosesində riskin azaldılmasının vacibliyini. Qorxudur uşaqlar ki, səhv cavab verən kəsəcəm. Yəni, B-dir cavab. Bəli. Risk məsələsi, biz amma əksinə nə deyirik? Biz deyirik ki, uşaqlara risk eləmək mədəniyyəti yaratmaq lazımdır ki, uşaq dərsdə səhv cavab verməkdən qorxmasın. Dərs səhv cavab vermək yeridir. Məsəl üçün, bir Bəhsə müəllimə deyirdi, mən biraz geç tapa bilərəm, səhv tapa bilərəm cavabları. Yəni, biz burada səhv eləməyə yığışmışıq. Səhv eləyək ki, 2 ay sonra imtahanda o səhvi, necə deyərlər, etməyək. Yəni, burada səhv eləmək normaldır. Burada öyrənmək üçün səhv eləyirik. Burada B-dir. Müəllim səhvlər üzərində dayanır, cavabları tənqid etmir, yəni öldürmür. Həmin cavabın səhv oldu, bunu öyrətmişdim, gözündən gəlsin. Belə yox. Həmin səhvi müzakirəyə çıxarır ki, mümkün variantları uşaqlar təklif eləsin, görək nə var, nə yox. Yəni, səhvləri eləyir, idrak prosesini aktivləşdirən öyrənmə vasitəsi. Çünki müzakirədə uşaqlar o səhvə bir həll yolu təklif eləməlidirlər. Bu da onların beyinlərini işə salan üsuldur. 14. Maşallah. Müəllim, bu imtahana yaxın biz deməli, hansı idi? Bloom'u bir də ki... Bloom'dur, inteqrasiyadır. Onları da belə baxsaq. Bəli, bəli, hamısına baxacağıq. Bəli. Onun sonlara baxaq ki, yəni beynimizdə tam yazılsın gedək. Problem yoxdur, narahat olmayın. İnşallah.
14-ə baxaq. Bəli. Müəllim yoxlama işi nəticələrini təhlil etdikdən sonra müəyyən edir ki, sinifin bir hissəsi mövzunun əsas anlayışını, digər hissəsi isə yalnız mexaniki qaydaları mənimsəyib. Növbəti dərsdə müəllim eyni mövzunu fərqli yanaşmalarla yenidən qurur. Bu vəziyyətdə müəllimin pedaqoji yanaşması ilə bağlı hansı fikir yanlışdır? Bir də indi gəlin burada birinci tapaq situasiyada müəllimin yanaşması nədir? Səhvlərin təhlili, sonra da var eyni mövzunu növbəti dərsdə yenidən fərqli formada qurur. Refleksiyadır müəllim. Bəli, tamamilə doğrudur. Bu reflektiv yanaşmadır. İndi biz nə axtarırıq? Refleksiya üçün səhv. Bu vəziyyətdə müəllim pedaqoji yanaşması ilə bağlı hansı fikir yanlışdır? Bəli. Aha. Hə, bu yanaşmaya aid olmayan fikir axtarırıq. Bəli. Müəllim diaqnostik qiymətləndirmə nəticələrinə əsaslanaraq təlimin strukturunu yenidən dizayn edir. Doğrudur. Bəli, yenidən dizayn var. Bəli. Müəllim eyni mövzunu fərqli idrak səviyyələrinə uyğun təqdim etməklə anlayış boşluqlarını aradan qaldırmağa çalışır. Bu da doğrudur. Müsbətdir də bu da. C. Müəllim şagirdlərin öyrənmə fərqlərini nəzərə alaraq təlimdə adaptiv və çoxkanallı yanaşma tətbiq edir. Bu da var mətnimizdə, bəli. Müəllim mövzunun yenidən tədrisini yalnız mexaniki biliklərlə malik şagirdlər üçün məqsədə uyğun hesab edir. Müəllim mövzunun yenidən tədrisini yalnız mexaniki biliklərə malik şagirdlər üçün məqsədə uyğun hesab edir. Mexaniki biliklərə malik. Mexaniki biliklər nədir müəllim? Mexaniki bir işi düşünmədən sadəcə elə müəllim bir yol öyrədir, onu tətbiq eləməklə öyrənməsi. Yəni filan şeyi görəndən cavab filan şey götürür. Mexaniki bilik. Misal üçün ədəbiyyat müəllimi uşağa öyrədir ki, Molla Pənah Vaqifə aid deyil testi olanda aşağıda gəraylı sözü olan variantı götür. Uşaq heç vaxt bilmir ki, o niyə oya götürülür. Sadəcə mexanik şəkildə belə yanaşır. Elə bir deyirəm ki, Uyğur dövlətinə mövcud olduğu dövrə aiddir sualı görəndə həmişə gedin Xürrəmlər cavabını götürün. Çünki tam ortasına düşür, fikir vermişsiniz. O tipli sualların hamısında Xürrəmlərdə də deyirəm ki, uşaqlar Uyğur dövlətinə aiddir sualı görəndə gedin görün Xürrəmlərlə bağlı variant hansıdır, o götürün. Uşaqlar heç sorğulamır. Ki müəllim bu niyə belə olur? Həmişə deyir ki, hə oldu müəllim. Bax, mexanik şəkildə ancaq Xürrəmi cavab axtarırlar. Ya onlara aid döyüş, ya hadisə. Sorğulayan soru ki, müəllim niyə? Deyirsən ki, hakimiyyət illərinə görə də 744-842-dir. Düz Xürrəmlər hərəkatı da düz gəlib düşür ortasında ilk çıxışlarından 778-dən Babəkin edamına qədər olan bütün proseslər düz düşür Uyğur dövləti. Yəni oradakı hər hansı bir hadisə, Xürrəmlərə aid olan hadisə Uyğur dövlətinin mövcudluğu dövrünə aiddir. Məsələn, repetitor olanda mən bunu uşaqlara öyrədirdim. Bu tipli sual görən kimi dərhal yəni sorğulamırdılar da heç vaxt. Bu mexanikidir. Aydındır. Qısa yol göstərmək mexaniki bilikdir də. Ölürdülər bir dənə. Necə? O dövrə aid Xürrəmlər düşə bilərdi ancaq. Hə də tam prosesi tamamilə əhatə edir. İçinə aid nə məlumat düşürdürsün, istər Əbu İmran Cavidan, istər Babəkin fəaliyyəti, istər Afşinin fəaliyyəti, nə olur olsun. Xürrəmlər hərəkat paraqrafına aid istənilən bilik Uyğur dövlətinin mövcudluğu dövrünə düşür. Y-də müəllim izah, müzakirə və tətbiqi birləşdirərək şagirdlərin səthi bilikdən dərin anlayışa keçidini dəstəkləyir. Bu da doğrudur. Bəli. Səthi anlayış. Mexaniki biliklərə məqsəddir və bu oldu D variantı yanlış. Bu düz oldu. D-ni götürürük. 15. Bəli. Adaptiv yanaşmadan istifadə olunmaması hansı nəticəyə gətirib çıxara bilər? Adaptiv, yəni adaptasiyadır. Bəli. Şagirdlərin öyrənmə ehtiyacları əsasında mövcud fərqlər dərsin gedişində tədricən arxa planda qala bilər.
Deməli, şagirdlərin öyrənmə ehtiyacları arasında mövcud fərqlər, dərsin gedişində tədricən arxalanır. Mövcud fərqlər demək istəyir, bu fərdlər. Fərq. Uşaqların ehtiyacları fərqlidir axı. Bəli, hə, bildim. Bu doğrudur. Olma, hansı nəticəyə gətirib çıxara bilər? Şagirdlərin öyrənmə ehtiyacları arasında mövcud fərqlər dərsin gedişində tədricən arxa planda qala bilər. Elə cavab budur deməli. Bu deyil. Digər variantlara elə budur cavab budur. B. Şagirdlər arasında əməkdaşlıq və fikir mübadiləsi imkanları genişlənə bilər. Bu müsbətdir. Müəllim təlim strategiyalarını şagirdlərin imkanlarına uyğunlaşdırmaqda daha çevik ola bilər. Belə Bu da adaptiv doğrudur. Bəli. Şagirdlərin motivasiyası fərdi nailiyyətlər əsasında daha da güclənə bilər. Bəli. Təlim tapşırıqları şagirdlərin güclü tərəflərinə uyğun şəkildə diferensiallaşdırıla bilər. Bu da doğrudur. Belə odur da fərqlərin nəzərə alınması, difference Bəli. fərqi deməkdir. Bu da düzdür. Belə deyir, əməkdaşlıq və fikir mübadiləsi imkanları genişlənə bilər. Bəli. Adaptiv yanaşma olanda mümkündür. A-da deyir, öyrənmə ehtiyacı arasında mövcud fərqlər, ki bu fərqlər var, tədricən arxa planda qala bilər. Yanaşmadan istifadə olunmaması bu nəticəyə gətirib çıxara bilər. Yanaşmadan. Burada Amma istifadə şagirdlərin edilən- öyrənmə ehtiyacları əsasında mövcud fərqlər dərsin Hə. gedişində tədricən arxa planda qala bilər. Bəli. Mövcud fərqlər Olunanda bu arxa planda qalmır. Bəli. Çünki biz Biraz dərsi ilə cümlə məhz bu çatışdırıcı. fərqlərə görə qururuq deyə. Bu arxa planda qalmır axı, aydındır. Bizdə olunmamasına görə cavab A-dır. Olunması desəydi fərqli olardı. Ona görə bu fərqlər arxa planda qalmır ki, adaptiv yanaşma ilə bunun üzərində qurulur. 3 dənə fərdiləşdirmək var adaptiv yanaşmada. Bu mövcud fərqlər biraz çaşdırıcı. Bunu başqa cür məsələn şagirdlər kimi desək daha Uşaqların fərqlidir də. Bəzisi sizin köməyinizə daha çox ehtiyac duyur, bəzisi az ehtiyac duyur. yəni, Sınağı izah edirsiniz, məşqədə sınaq işlədirsiniz də, düzdür mənim? Sınaq işlədirsiniz, bir uşaq 30 yazıb, bir uşaq 18 yazıb. Hansı uşağın sizin bu sınaqdakı sualları izah etmənizə ehtiyacı var? 18 yazanı. Təbii ki. Düzdürmü? 30 yazan dap deyə 29-un bilib, birini də oxşadıb yazıb tutub da. Hardan baxsaq bu adamı sizə izahınıza çox az, cüzi bəlkə də heç ehtiyacı yoxdur. Amma 18 yazanın dəqiq bilir ki, ehtiyacı var. Bax, öyrənmə ehtiyacları arasındakı mövcud fərq budur. Kiminsə sizin köməyinizə daha çox ehtiyacı var, kiminsə az. Şimdi məsələn, mövzunu izah edirsiniz, misal üçün reformasiyanı. Bir dəfədən qavrayır, başa düşür. Kimsə ilişib qalır orada reformasiyanın səbəbləri arasında ki, müəllim, iqtisadidir bu, siyasidir bu dinidir, bunları ayıra bilmirəm deyir. Dağların ən böyük problemidir. Dövlət quruculuğu, iqtisadi, siyasi. Bilirsinizmi? Çünki mütaliə yoxdur. O anlayışın özü formalaşmayıb olardı. Yəni, məsələ sizin izahınız deyil ki, orada problem. Onların beynində sosial, iqtisadi, dini, inzibati bu kimi anlayışların qarşılığı yoxdur. Anlayışın özü yoxdur. Biz istəyirik ki, çoxlu səbəbləri bu anlayışa görə qruplaşdırmağı öyrənsin uşaq. Yəni, konseptual bilik olaraq o bölgülərin qarşılığı yoxdur. Onun beynində, məsəl üçün, uşaqların hamısı, yəni məşğələ keçən müəllimlər bilir də, inzibati islahat deyəndə soruşurlar. Yəni, inzibati nədir? Aqrar deyəndə aqrarı soruşurlar. İnzibati aqrarı qarışdırırlar bəzən. Bəli, tamamilə izahını edirsən, qarışdırırlar. Bir də mənim bir şey deyim. Aha. Bu islahat məsələsi var. Tutaq ki, topluda da mən rast gəlirəm. Tutaq ki, islahat yenilikçidir də, inkişaf deməkdir də. Yenilikdir, bəli. Nəyisə dəyişdirməkdir də. Nəyisə dəyişdirmək, amma müsbət mənada dəyişdirməkdir də. Məsələn, tutaq ki, 1847-ci il əsasnaməsinin islahat kimi götürə bilərik biz. İslahat hökmdarın və yaxud da indi hansısa hakim dairənin dəyişdirməyə cəhdidir. Heç də bütün islahatlar müsbət nəticə vermir. Yəni, islahat sənin düzgün hesab eləyib verdiyin qərardır, amma onun praktik nəticəsi mənfi ola bilir. Aydındır. Bütün verilən yenilik, mövcud nəyisə dəyişdirməyə biz islahat deyə bilərik.
Amma heç də bütün islahatların nəticəsi müsbət olmur. Yəni nəzərdə tutulan məntiqi nəticəni vermir. Nəzərdə tutmağımız başqa şeydir. Biz bu gün islahat keçirik. Məsələn, Keyxatı xanım pul islahatı var idi köhnə işlədir. Abi mənim yadınıza gələr. Bəli. Çao adlı kağız pul dövrüyə buraxmışdı. Düzdürmü? Fikir Bəli, olaraq olsun. yaxşı. Amma nə oldu? İnsanlar o dövr tez idi də şuur olaraq insanlara hələ kağız pul çatmamış ki, necə yəni əlimdəki məhsulu kağıza verim. Kağızın qarşılığında Məsələn, ta verim. ki Abbasların dövründə belə deyək də, vergilərin torpağa görə alınması, vergi verə bilməyənlərin uşaqlarının qula çevrilməsi, məncə ona islahat demək olmaz axı. Kimin dövründə? Abbasilərin də, xilafət dövründə. Hə, xilafətin dövründə vergi islahatıdır da, nəticəsi mənfi oldu da. İstənilən halda neysə mövcud ki, Sasanilərin qoyduğu vergi sistemi üzərində xilafət dəyişiklik elədi. Bu dəyişikliyə biz istənilən halda islahat adı veririk də. İslahat sözünün mənası dəyişdirmək, yenidən təşkil etmək, yenidən qurmaq deyil. Bunu eləyirik. Yəni ona bugündən baxmırıq da, onun zamanından baxırıq. Təbii ki, dövr baxımından qiymətləndiririk də. Bu gün də nə çox islahatlar çıxır da, görürsüz özünüz. Mən belə düşünürəm, ta ki belə deyək də. Çox da verimli olanlar olmur da içində məsəl üçün. Məsələn, biri Azərbaycanda ta ki qaz, işıq pulu, yəni yeni bir forma tətbiq edilir, islahat kimi də. Hə. Amma nə olur? Daha da artır. İnsanlar vəziyyət daha da ağırlaşır. Bu necə islahat ola bilər ki? Nə bilim, bu ona islahat da onu geyindirməkdir də. Hə də, yəni onu deyirəm mən. Mən düşünürəm ki, islahat gedir. Yəni bunun azı deyirəm ki, nəticə etibarı ilə baxırsınız siz. Siz düşünürsünüz ki, nəticəsi müsbət olanları islahat götürək, nəticəsi mənfi olanları götürək. Mən belə fikirləşirəm ki, tutaq ki də, məsələn, tutaq ki 47-ci il əsasnaməsi feodal qaydalarını daha da gücləndirirsə, gücləndirdi. Bəli, islahat ola bilər. 70 islahatı kapitalizmə keçirsə, bu islahatdır. Yəni mən elə düşünürəm. Siz kim tərəfdən baxdığınıza bağlıdır. Siz kəndlərin prizmasından baxırsınız da, ona görədir. Çar tərəfdən baxsaz, bu onun üçün müsbət idi. Nəysə. Prizma məsələsidir də. Biz kəndlilər prizmasından baxanda elə olur. Oxuyayım da, burada hamısı tarix müəllimləri olsa maraqlı olar. Bəlkə tarix müəllimləri olmayan Qırğın dava düşərdik. 16-nı da oxuyun, uyğunlaşdıraq. Uyğunluğu müəyyən edin. Əsas budur. İndi bunu görək, bilsəm deməli mövzunu öyrənmişəm. Adaptiv yanaşma, konstruktiv yanaşma, əməkdaşlığa əsaslanan yanaşma. Öyrənənlər bilikləri hazır qəbul etmir. Mövcud biliklərinə əsaslanaraq sual vermə, araşdırma və nəticə çıxarma yolu ilə anlayışları özləri formalaşdırırlar. Bu konstruktivdir müəllim. Bəli. B. Təlim fəaliyyəti şagirdlərin maraq, bacarıq və inkişaf tempinə uyğunlaşdırılır. Dəstək formaları fərqli ehtiyaclara əsasən dəyişdirilir. Bu adaptivdir. Bəli, uyğunlaşdırıb dəyişdirmə adaptivdir. Şagirdlər birgə fəaliyyət zamanı məqsədləri paylaşır, qarşılıqlı ünsiyyət qurur. Bu da əməkdaşlıqdır. Əməkdaşlıqdır. Deməli, oturub yerinə anlayışdır. Yerdə də biri qalır, refleksiv, o da dönüb prosesə. Öyrənilər bilikləri hazır qəbul... B də var ya burada. Yox da, A, B, C dedim də, Düzəld deməlim, B, A, C yerləşdirdim. Görə bildim, D də var, ona görə mən baxmamışam. Əslində D olsa yaxşı olardı. D tam mövzunu əhatə eləyərdi bu sual. Bəli. Anlaşılıb mənası ya yox. Təşəkkür edirəm, Raul müəllim. Çox sağ olun. Sonra bu nədir belə? Vay. Hə, 1 A, 2 B, 3 A-da uyğunluq sualıdır. Zaur müəllim, kömək edə bilərsiniz bizə? Salam, axşamınız xeyir mənim. Yaxınlaşdırdım mən. Bax, uyğunluq istəyir də burada. Hə, bəli, uyğunluq istəyir. Tədavüldə 1 A, 2 B əsası nədir? Məndə fiziki tərbiyədir. Çox sağ olun. Deməli, müəllim dərs əsnasında şagirdlərin verdiyi cavablara əsasən izahın dərinliyini dəyişir, bəziləri üçün əlavə izah verir, bəzilərinə isə mövzunu genişləndirən suallarla irəli aparır. Deməli, bu yanaşmaya görə biliklər müəllim tərəfindən hazır şəkildə ötürülmür, şagirdlər əvvəlki bilik və təcrübələrinə əsaslanaraq yeni anlayışları aktiv şəkildə formalaşdırır.
Ya rahat olsun deyə belə eləyək Zaur müəllim. Aha. Bu ABCD-nin hərflə olanların hansı yanaşma olduğunu tapaq. Sonra Bəli. keçək bu situasiyanı oxuyaq, yanaşmaya rahat tapaq. Olar. Məncə bu sualın izahı belə daha rahat tapılır. Oldu. Mhm. Deməli, bu yanaşmaya görə bilikçilər müəllim tərəfindən hazır şəkildə ötürülmür. Bu deməli konstruktivdir. Bəli, artıq tapdıq. Bu, Bunu bəli. bilmək. Mhm. Bu get. Bu yanaşmaya görə müəllim şagirdlərin fərdi ehtiyaclarına və hazır bilik səviyyələrinə nəzərə alır. Bu adaptivdir. Adaptivdir. Bəli. Mhm. Bu da getdi. Bu yanaşmaya görə müəllim və şagirdlər öyrənmə prosesi nəticələrini təhlil edərək nəyin necə baş verdiyini. Deməli, bu da olur refleksiv. Bəli. Sualın canını aldıq. İndi qayıdıb bunları düzəldirik, tarif gedir. Deməli, müəllim dərs əsnasında şagirdlərin verdiyi cavablara əsasən izahın dərinliyini dəyişir, bəziləri üçün əlavə izah verir. Bu adaptasiyadır. Bəli, gördünüz, düzəldir. Deməli 1-ə B getdi. Bəli. Dərsdən sonra müəllim şagirdlərinin cavablarını və öz işini təhlil edir. Bu refleksiyadır. Bəli, bu da 2-yə də C getdi. Müəllim mövzunu izah etməzdən və şagirdlərə problem yönümlü suallar verir, onların fərziyyələrini dilində yeyir. Bu da olur konstruktiv. Bəli. Nə qaldı bura? B, C, A, Aha. B, C, A, bu da B variantı. Yəni şu sualın əslində şey forması budur da. Yəni bunu belə yanaşmanı tapıram, sonra da situasiyanı ona uyğunlaşdırıram. Əmin də oluram gedir. Tamam. Deməli, verilənlər nümunələrindən hansı müəllimin refleksiv yanaşmasını doğru ifadə edir? Refleksiv yanaşmaqdır. Bəli. Deməli, müəllim dərsdən sonra dərsin ümumi gedişini nəzərdən keçirir və əsas diqqəti əldə olunan nəticələrin dəyərləndirilməsinə yönəldir. Deməli, müəllim dərsdən sonra dərsin ümumi gedişini nəzərdən keçirir və əsas diqqəti əldə olunan nəticələrin dəyərləndirilməsinə. Bu əslində yaxındır, demək olar. Yəni, burada ümumi oxuyun müəllim. Deməli, müəllim dərs zamanı qarşıya çıxan çətinlikləri qeyd edir və bu çətinlikləri təlim mühitinə təsir edən müxtəlif amillər çərçivəsində təhlil edir. Deməli, bu da müəllim dərs zamanı qarşıya çıxan çətinlikləri qeyd edir, bu çətinlikləri təlim mühitinə təsir edən müxtəlif amillər çərçivəsində təhlil edir. Burada da deyərəm, qalaram. Deməli, müəllim dərsin sonunda öz fəaliyyətini qiymətləndirir, təlim prosesinə dair şəxsi müşahidələrini və təəssüratlarını əsas götürür. Müəllim dərsin sonunda öz fəaliyyətini qiymətləndirir və təlim prosesinə dair şəxsi müşahidələrini, təəssüratlarını əsas götürür. Deməli, müəllim tətbiq etdiyi təlim üsullarının təsirini sistemli şəkildə təhlil edir, yaranan çətinliklərin səbəblərini müəyyənləşdirir və bu nəticəyə əsaslanaraq fəaliyyətini təşkil edir. Deməli, müəllim dərs zamanı müşahidə etdiyi çətinlikləri şagirdlərin motivasiya və hazırlıq səviyyəsi ilə əlaqələndirir və mövcud strategiyanı dəstəkləyici tədbirlərlə gücləndirməyə məqsədə uyğun hesab edir. Deməli, bizdən refleksiya istəyirsə, deməli, müəllim təlim təsiri sistemli şəkildə təhlil yaranan çətinliklərin Hamısı da oxşuyur. hamısı da oxşuyur. Bir dəqiqliklə baxsam, İncə fərqlər var. İncə fərqlər var. incə fərqlər var. Deməli, müəllim tətbiq etdiyi təlim üsullarının təsirini sistemli şəkildə təhlil edir, yaranan çətinliklərin səbəblərini müəyyənləşdirir, müasir fəaliyyətini. Daha D deyərəm müəllim variantıma. D deyərsiniz. O birilər niyə olmasın? A niyə olmasın? B niyə olmasın? D daha çox olğun Birinci gəldi. gəl sizə bir dənə refleksiya eləyim sizə. Refleksiya scaffolding eləyim, kömək eləyim sizə. Biz refleksiya deyəndə nəyə dönüb baxmaq demişdik? Ümumi prosesə, gedişata. Bəli, mövzuya yox da, prosesə. Bəli. İndi bir dənə bunu yadımızda saxlayaraq variantları oxuyun bir dənə. Gör necə Müəllim tapacaqsınız. dərsdən sonra dərsin ümumi gedişini nəzərdən keçirir. Əsas diqqəti əldə olunan nəticələrin dəyərləndirilməsi. Bu deməli. Müəllim Nəyə baxdı? prosesə Əldə baxır. olunan nəticələrə. Nəyə baxmalı idi? Prosesə. Əldə olan nəticə nədir? Görüm uşaq 3 alıb, 5 alıb, sualı düz yazıb, səhv yazıb. Yəni məzmuna kökləndi. Demək nədir bu? Refleksiya. Refleksiya olmadı. Aha. Refleksiya nə olsun? Olmadı. 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 Nəticəyə bax biz axı dedik axı. Dedik refleksiya nədir? Dönə-dönə deyirdim. Bax hamının elədiyi səhvizə bu sual imtahana düşsün. Yəni fəaliyyətinizə baxırıq da belə başa düşürəm. Bəli, prosesə. Ki mən nə işi necə gördüm? Kameraya dönüb baxıram mən. Nə iş gördüyümə yox, kameraya baxıram ki, ümumi cəmaət nə iş görürdü orada.
İndi həmin məsələdir. Bu cür yanaşanda görürsüz A-nı dərhal atdım getdi. Bildim ki, A niyə olmur. Bu cür suallar üçün də müəllimlər çıxdı ki, bütün cavablar hamısı refleksiyaya aid idi. O nətər götürəydim mən? Oxuya-oxuya gəldim ki, belə oxşayır elə. İndi birisi o bir dənə odur da biz prosesə Bəli, baxırıq. Biz son nəticəyə, dərsin mövzusuna yox, prosesə. İndi B-yə baxın. Müəllim dərs zamanı qarşıya çıxan çətinlikləri qeyd edir və bu çətinlikləri təlim mühitinə təsir edən müxtəlif amillər çərçivəsində təhlil edir. Deməli, təlim dərsə təsir edən müxtəlif amillər çərçivəsində çətinlikləri. Deməli, burada da qarşıya çıxan çətinlikləri qeyd edir. Burada da deməliyəm müəllim refleksiya. Yoxdur. Müxtəlif Yoxdur, amillər. Dərsə yoxdur, təsir yoxdur, edən yoxdur. müxtəlif amillər. Hava soyuq idi, isti idi, sinifə qaz gəlmirdi. Bu amilləri refleksiyada nəzərə alır. Yoxsa biz öyrənmə prosesinə baxırıq. Təlim mühiti nə deyir burada? Fikir verin. Təlimin mahiyyətinə yox, mühitinə. Yəni sinifimizə almışlar. Şüşəmiz qırıq idi. Ona görə dərsi yaxşı keçənmədik. Refleksiya bu deyil axı. Öyrənmə prosesinə dönüb baxmaqdır. Bunlar infrastruktur, texniki çətinliklərdir. Ona görə bu da çıxır. Dərhal. Müəllim dərsin sonunda öz fəaliyyətini qiymətləndirir, təlim prosesinə dair şəxsi müşahidələr və təəssüratlarına əsas götürür. Bunun heç aidiyyatı yoxdur mən demirəm. Şəxsi müşahidə və təəssürat ki, özünün baxışlarını, özünün əhval-ruhiyyəsini, keyfini götürür. Ola bilər ki, mən özümdən razı adamam. Deyirəm ki, bütün dərslərim super keçir. Mənim səhvim yoxdur. Belə refleksiya ola bilərmi? Belə inkişaf ola bilər. Dərsdə nəyə düzəldəcəm? Öz şəxsi müşahidə və təəssüratlar budur. Təəssüratım odur ki, mən özüm dərsdən razı qaldım. Cəhənnəm olsun. Kim razı qalsın, uşaq öyrənir. Müəllim mərkəzli olur da burada. Bəli, müəllim mərkəzli olur, ona görə də doğrusu artıq doğru deyil. Çünki refleksiya yenə deyirəm. Nədir? Bir dənə o cümlə görə nə qədər kömək edir bizə? Prosesə baxmaqdır, mənim keyfimə, əhvalıma baxmaq deyil. Düzdür. Deməli, müəllim tətbiq etdiyi təlim üsullarının təsirini sistemli şəkildə təhlil edir, yaranan çətinliklərin səbəblərini müəyyənləşdirir və bu nəticələrə əsaslanaraq fəaliyyətini təşkil edir. Yəni, bu daha çox dolğun gəldi. Bəli, bu doğrudur. Çünki baxın, təlim üsullarının dərsdə elədiyi iş üsullarının təsirini təhlil elədi, çətinliklərin səbəbini müəyyənləşdirdi və bu müəyyənləşdirdiyi nəticələrə əsaslanaraq növbəti fəaliyyəti təşkil elədi. Və fikir verin, hamısı fəaliyyətə fokuslanıb, iş üsulu sinifdə necə elədim, necə öyrəndi, hansı çətinlik çıxdı qarşımıza, hamısı gördünüz, refleksiyanın bütün şərtlərini ödədi. Bu cavabdır. Y-də niyə səhvdir bəs? Müəllim dərs zamanı müşahidə etdiyi çətinlikləri şagirdlərin motivasiya və hazırlıq səviyyəsi ilə əlaqələndirir və mövcud strategiyanı dəstəkləyici tədbirlərlə gücləndirməyə məqsədə uyğun hesab edir. Deməli, müəllim dərs zamanı müşahidə etdiyi çətinlikləri şagirdlərin motivasiya və hazırlıq səviyyəsi ilə əlaqələndirir. O motivasiya, hazırlıq səviyyəsi ilə, yəni motivasiya ola bilməz. Deyir ki, uşaq oxumamışdı dərsi evdə. Ona görə dərsdə eləyə bilmədi. Və yaxud da uşağın həvəsi yox idi. Ona görə dərsimiz yaxşı. Axı bu dərsdə biz o cəlb olunmanı özümüz qurmalıyıq, motivasiyanı. Uşağın evdən motivasiyasız gələ bilər. Amma sinifdə uşaq yenə motivasiyasız qalırsa, burada axı günah bizimdir. Biz günahı evdən həvəssiz gəlmişdi. Yəni şagirdin özünə buraxsaq. Oxumayıb da evdə. Bunların üstünə ata bilmərik. Və deyir ki, mövcud strategiyanı bunlara görə problem yaşamışıq. Mövcud strategiyanı dəstəkləyici tədbirlərlə gücləndiririk. Amma mövcud strategiya işləmirsə biz nə etməliyik? Onu israrla dəyişdiririk. Kurikulum nəyi sevir? Dəyişdirməyi, yeniləməyi, üstünə gətirməyi. Deməli, müəllimin çətinliyi bağladığı səbəblər də səhvdir. Plus gəl, mövcud strategiyanın üzərində israrla dayanmağı da səhvdir. İşləmir, dəyiş keç başqa strategiya. Nə məcburdur? İndi aydın oldu, deyə cavab deyə qaldı. Çətin sual idi. Tam səmimi deyil. Çətin sual idi, asan deyildi. Bəxtümüzə gəldi, düşdü. Yəni imtahanda rahat bir adamın nə qədər deyim, bir 15-20 dəqiqə vaxtına var. Amma dediyim kimi, bir dənə o cümləni beynimizdə tutub baxanda görürsüz, rahat 4-5 variantı çıxarmaq olur ki, refleksiya, mövzuya baxmaq deyil. Baxın, İnandırım o sual bəlkə də imtahana düşsə, ölkədə ən az yazılan suallardan biri olacaq taksonomiya ilə paralel. Ən az bir 90% halda müəllimlər səhv edəcəklər.
Çünki öyrənəndə də belə öyrənirlər ki, refleksiya axırda dönüb prosesə baxmaqdır. Necə baxmaq? Hə, bu gün nə keçdi uşaqlar? Səbəbləri kim yaratdı? Yəni ancaq bu mövzuya yox, öyrənmə prosesinə baxmaqdır refleksiya. Mövzuya baxmaq elə ümumiləşdirməkdir. 19. Oxuyum müəllim. Buyurun Ofeliya müəllimə. Zaten təşəkkür edirəm. Cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirin. Doğru. Müəllim dərs zamanı və dərsdən sonrakı Uyğunsuzluq mərhələ nədir? yəni doğruya doğru, yanlışa yanlış O götürəcəyik. uyğunluq oldu ki. Hə. Doğruya yanlış, yanlışa doğru. Bəli, doğrunun altından səhv axtarıram, yanlışın altından düz axtarıram deməkdir bu. Bəli. Səhv müəllim dərs zamanı, dərsdən sonrakı mərhələdə refleksiv təlim aparması şagirdlərin öyrənmə prosesinin daha effektiv şəkil təşkilinə şərait yaradır. Müəllim dərs zamanı 2. Bu yəni yanlışdır. Yox. Doğruda yanlış axtaracağıq. Bu düzdür. Onu boş verin. Siz birinci variantların düz səhv olduğunu baxın 4 dənənin. Sonra axırda biz sualın şərtinə qayıdarıq ki, bu yanlış doğru, doğru yanlış axtarırıq. Fikir özünüzü göstərdi. Müəllim dərs zamanı və dərsdən sonrakı mərhələdə refleksiv təhlil aparması şagirdlərin öyrənmə prosesini daha effektiv şəkil təşkilinə şərait yaradır. Effektiv, bəli, şərait yaradır. Refleksiv yanaşmanın mahiyyəti nə idi? Dərs bitəndən sonra baxırdım Onu prosesinə ki, görüm nə düz olub, nə yaxşı olub, nə pis olub. Növbəti dəfə səhvlərimi aradan qaldırım, düzlərimi necə deyərlər, davam etdirim. Deməli, effektiv təşkilinə şərait yaradırmı öyrənmə prosesinin növbəti dəfə? Yəni daha Bəli, da bu doğrudur. artırmağa, bu doğrudur deməli. Adaptiv yanaşmanın həyata keçirilməsi üçün müəllim tədris ilinin əvvəlində şagirdlərin səviyyəsini müəyyənləşdirən diaqnostik qiymətləndirmə aparıb il boyu təlim fəaliyyətlərini bu məlumatlara uyğun şəkildə planlaşdırmalıdır. Burada bu yanlışdır. Niyə? Il boyu bu məlumatlara uyğun şəkildə planlaşdırma aparılır. Bu adaptiv deyil də müəllim. Adaptiv yanaşmanın həyata keçirilməsi üçün müəllim tədris ilinin əvvəlində şagirdlərin səviyyəsini müəyyənləşdirən diaqnostik qiymətləndirmə aparıb il boyu təlim fəaliyyətlərini bu məlumatlara uyğun şəkildə planlaşdırılır. İl boyu eləmir də bu fəaliyyəti. Yaxşı. Yanaşmanın. Yanlış, konstruktiv yanaşmaya görə şagirdlər öyrənmə prosesində fəal rol oynayır və müəllimin istiqamətləndirici dəstəyi ilə bilikləri özləri formalaşdırır. Konstruktiv yanaşmaya görə bu düzdür. Əməkdaşlıq əsaslı yanaşmada müəllim əməkdaşlığın necə təşkil olunacağına dair meyarları fəaliyyətin gedişində müəyyənləşdirməyə məqsədə uyğun hesab edir. Bu da yanlışdır müəllim. Burada cavab 2. Niyə yanlışdır? Əməkdaşlığa əsaslı yanaşmada müəllim əməkdaşlığın necə təşkil olunacağına dair meyarları fəaliyyətin gedişində müəyyənləşdirməyi məqsədə uyğun hesab edir. Niyə yanlışdır? Yanlışdır dediniz, amma niyə yanlış olduğunu Əməkdaşlıq əsaslı yanaşmada müəllim əməkdaşlığın necə təşkil olunacağına dair meyarları fəaliyyətin gedişində müəyyənləşdirməyi məqsədə uyğun hesab edir. Müəllim deyə bilərəm mən onu. Yoxsa müəllimə
Buyur müəllim, de. Deyin siz müəllimə. Meyarlar qiymətlərdir də müəllim. O dərsin əvvəlində elan olunmalıdır. Yəni mən elə Bəli, düşünürəm. bəli. O cədvəldir ki, mən sizi niyə görə ölçəcəm bacarıqlarınızı, niyə görə qiymətləndirəcəm. Bu cədvəldə fəaliyyətin gedişində yox, fəaliyyətə başlamamışdan əvvəl. Burada səhv olan nədir? Gedişində sözüdür. Bunlar təlim nəticəsidir, meyarlardır. Bunlar dərsin əvvəlində və yaxud da fəaliyyətə keçiddən qabaq, fəaliyyətdən qabaq, fəaliyyətin əvvəlində elan olunur. Fəaliyyətin gedişində yox. Uşaq işləyə-işləyə gəlib deyirəm ki, bax səni əməkdaşlığa görə qiymətləndirəcəm ha, diqqətli ol. Bu yanlışdır. Uşaq əvvəldən bilməlidir ki, müəllim məni əməkdaşlığa görə qiymətləndirəcək. Deməli mən bu fəaliyyəti icra eləyəndə əməkdaşlıq bacarığımı göstərməliyəm. Aydın oldu? 4 niyə səhv? Bəli, müəllim. Bəli. Gedişində Dərsin sözü səhv. əvvəlində yox, gedişi və yaxud da sonunda olmur, əvvəlində olur. Bəli, meyar elanıdır, təlim nəticəsidir. Bunlar fəaliyyətin və yaxud da dərsin əvvəlində olan şeylərdir. Uşaq artıq o işə başlayanda bilməlidir ki, müəllim mən niyə əsasən ölçəcək. 2 niyə səhvdir demədiniz. Adaptiv yanaşmanın həyata keçirilməsi üçün müəllim tədris ilinin əvvəlində şagirdlərin səviyyəsini müəyyənləşdirən diaqnostik qiymətləndirmə aparıb il boyu təlim fəaliyyətlərini bu məlumatla şəkildə planlaşdırmalıdır. Diaqnostik qiymətləndirmə sadəcə ilin əvvəlində aparılır. Onun il boyuna nə aidiyyatı? Adaptiv yanaşma il boyu ancaq ilin əvvəlində keçirilən diaqnostika görə aparılmır axı, düzgün deyil. Uşaq ilin əvvəlində diaqnostika görə ilk bir ay, hə, yaxşı, biz fəaliyyətimizi qurduq. Daha sonra uşaq güclənə bilər. Artıq o ilin əvvəlindəki vəziyyətindən yuxarıda ola bilər. O demək deyil ki, ilin əvvəlində uşaq diaqnostikdə çox zəif nəticə nümayiş etdirib deyə bizə, biz bütün il boyu ona standart formada çoxlu dəstək göstəririk. Bayaq dediyim nümunədə Rabil müəllimə kimi bir uşaq sentyabrda təzə məşğələyə başlayanda sınaq verirsiniz, 30 dənədən 5 yazır. Biz bütün il boyu bu uşağı o 5 yazan gözündə görərək bütün dəstəyimizi, köməyimizi ona o 5 yazanın səviyyəsində eləyə bilmərik. Ola bilər ki, o birincidir də, təzə gəlmişdi, bilmədiyi mövzular idi, anlamadığı məsələlər olub, adaptasiya ola bilməyib 5 yazıb. Ola bilər ki, o ikinci, üçüncü, dördüncü sınaqların hamısını 30 yazsın. Bu o deməkdir ki, biz bütün il boyu elə o birinci 5-ə görə bu uşağa hər şeyi izah mı eləməliyik? Hər şeydə kömək mi eləməliyik? Aydındır? Yəni bir dənə ilin əvvəlindəki diaqnostika əsas götürüb bütün il boyu eyni fəaliyyəti ona uyğun şəkildə eləmək doğru yanaşma deyil. Bax budur məsələ. Ona görə 2 də səhv idi. Hə, indi baxaq doğru yanlış nəyə götürək? 2-ni, doğruda 2-ni, yanlışda 3-ü. Yanlışda da 3-ü. 2-3 A variantı olur cavab. Növbəti. Dərs zamanı müəllim şagirdləri kiçik qruplara bölüb tapşırıq təqdim edir. Qrup üzvləri tapşırığı müzakirə edir və yekun cavab üzərində razılaşırlar. Müəllim qruplarda müzakirəni istiqamətləndirir. Bu vəziyyətdə müəllimin pedaqoji yanaşması haqqında hansı fikir yanlışdır? Yenə belə sualı yazmaq üçün nə edirdi? Dərs zamanı Buradan pedaqoji yanaşmanı tapırdıq. müəllim dərs zamanı müəllim şagirdləri kiçik qruplara bölüb tapşırıq təqdim edir. Qrup üzvləri tapşırığı müzakirə edir. Yekun cavabları üzərində razılaşırlar. Müəllim qrupda müzakirəni istiqamətləndirir. Bu vəziyyətdə müəllimin pedaqoji yanaşması haqqında hansı fikir konstruktiv yanaşmadır müəllim bu? Yox, Yanlışdır. Dərs zamanı müəllim şagirdləri kiçik konstruktiv qruplara deyil. müzakirə edir. Yekun cavab üzərində razılaşır. Müəllim qruplarda müzakirəni istiqamətləndirir. Yekun cavab, Konstruktiv. refleksiya müəllim.
Harda refleksiya? Əməkdaşlıq deyil bu mənim əməkdaşlıq. Bəli, bəli, bu əməkdaşlıqdır. Bəli, qrupla işləyir və Mən təxmini əməkdaşlıq. atırım. Yox, Variantlar. mən qrupla Refleksiya əslində bu demək prosesdən sonra təhlil olmalıdır. Burada təhlil bəli, varmı? bəli, bəli. Yoxdur. Uşaqların Qrupla vəziyyətlə uyğunlaşdırmaq varmı? Adaptasiya yoxdur. Qalır yoxdur, bir bəli. dənə konstruktivlə əməkdaşlıq. Konstruktivə baxıram, görüm uşaqların öhdəsinə buraxdımı, özlərinin istəməsi üçün şey elədimi, yoxsa burada artıq görürəm ki, qruplarla iş var. Müzakirə Elə edin, yekun cavab üzərinə bu elə əməkdaşlıqdır. Qruplarla iş çünki bir nömrəli formalaşdırdığı bacarıq nədir? Əməkdaşlıqdır. İndi əməkdaşlığa aid olmayan fikir axtarmalıyam. Bəli, müəllim şagirdlər arasında müsbət qarşılıqlı bu elə əməkdaşlıqdır, bu düzdür. Görürsüz, mənalı tan kimi ki, burada yanaşma nədir? Dərhal tam olur. Diqqətim biraz dağınıq idi, ona görə hə. Narahat olmayın, Bəli. öyrənirik də, öyrənirik. Müəllim qrup işi vasitəsilə şagirdlərin sosial və kommunikativ bacarıqlarını inkişaf etdirir. Bəli, bu da elə əməkdaşlıqdır. Kommunikativ nədir, Ofeliya müəllimə? Elə mən soruşacaqdım müəllim sizdən. Soruşun da, bunu mən məcbur edirəm ki, soruşasınız. Soruşun ki, müəllim, bu kommunikativ nədir? Kommunikativ ünsiyyətdir. Ünsiyyət. Kommunikasiya sözündəndir. Kommunikativ ünsiyyət bacarığıdır. Bəli, C. Müəllimin rolu əsasən müşahidəçi mövqeyi ilə məhdudlaşır və təlim prosesinin təşkili daha çox şagirdlərin təşəbbüsünə əsaslanır. Burada şagirdlərin təşəbbüsünə əsaslanır. Müəllim məhdudlaşır. Müşahidəçi mövqeyi ilə məhdudlaşır. Bunu götürməliyik müəllim. C deyilə burada. Müəllim şagirdlərin biliklərini müzakirə və fikir mübadiləsi yolu ilə birgə formalaşdırmasına şərait yaradır. Bəli, bu da əməkdaşlıqdır. Müəllim təlim prosesində fasilitator rolunda çıxış edərək əməkdaşlıq mühitini dəstəkləyir. Bəli, burada C bəndidir elə. Bəli, burada C-dir. Şagirdin təşəbbüsünə əsaslanan konstruktivdir, amma bu məhdudlaşır sözü bu tamamilə bu variantı necə deyirlər, yanlış eləyir. Konstruktivdə də fasilitatordur. Məhdudlaşmaq, yəni. Məhdudlaşmaq sözü biraz şey gəlir, yanlış gəlir. 21-ə də baxaq. Dərs zamanı müəllim şagirdlərə problemli situasiya təqdim edir və onlardan həlli müxtəlif yollarla əsaslandırmağı tələb edir. Şagirdlərin cavabları fərqli olur, bəziləri düzgün nəticəyə gəlsə də, yanaşmaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Müəllim şagirdlərin izahlarını müqayisə edir, arqumentləri müzakirəyə çıxarır və mövzunu əvvəlki biliklərlə əlaqələndirir. Bu vəziyyətdə müəllimin pedaqoji yanaşması haqqında hansı fikir yanlışdır? Yanaşmanı tapaq yenə. Bu da əməkdaşlıqdır müəllim. Müəllim şagirdlər problemi situasiyadadır, onlardan həlli müxtəlif yollar əsaslandırmağı fərqli. Bəziləri düzgün nəticəsə də yanaşmaları bir-birinə əhəmiyyət tərzələndirir. Müəllim şagirdlər müzakirə çıxarır, mövzunu əvvəlki biliklərlə əlaqələndirir. Yox, əməkdaşlıq olmayacaq bu. Refleksiya müəllim. Konstruktiv deyil bu müəllim. Bəli, bu konstruktivdir. Refleksiyanı elə dedi. Refleksiyada dərs bitəndən sonra təhlil. Ümumiyyətlə, yadda saxlayın, dərs zamanı sözü ilə başlayan situasiya necə refleksiya ola bilər? Axıra dərs gedir. Refleksiv yanaşma dərsdən sonra oturub təhlil eləməkdir prosesi. Bəli, bu vəziyyətdə əslində dərs anlamışam. Bayaqdan elə deyilənləri də özüm üçün işləyirəm. Amma dərs zamanı müəllim səhnəyə çıxanda adam səhv cavablar verir. Dərs zamanı müəllim şagirdlərə tələsməyin. Tələsdiyiniz üçün yanlış mühakimə eləyə bilirsiniz. Şahmat kimidir? İzah eləyəndə görmürsən, qıraqdan baxanda görürsən. O həmişə elədir də, akvarium iş üsulundadır da o. Daxili və xarici dairə. Kənarda olanda insan daha rahat görür. İndi variantlara baxaq. Müəllim şagirdlərin bilikləri görsənmir müəllim. Müəllim şagirdlərin aktiv şəkildə qurulmasına şərait yaradan öyrənmə mühiti formalaşdırır.
Aha, Bu şagirdlərin bilikləri aktiv şəkildə. bəli, bu doğrudur, olmayanı Bəli, bu tapacağıq. konstruktivə Bəli. aiddir. Bəli. Müəllim biliklərin formalaşmasında şagird təcrübəsi və əvvəlki biliklərin rolunu əsas götürür. Bu da doğrudur. Belə köhnə biliyin Bəli, üstündə inşa eləsin deyir. Konstruktivdir. bəli. Müəllim effektiv nəticəni təmin etmək üçün yanlış ola biləcək anlayışların qarşısını əvvəlcədən almağa çalışır. Qoy qalsın. Müəllim sosial qarşılıqlı təsir və müzakirə vasitəsilə anlayışın dərinləşməsini dəstəkləyir. Bu da konstruktivdir. Müəllim Bəli. öyrənmə prosesində şagirdlərin fərqli düşünmə yollarını qəbul və dəyərli hesab edir. Bu da konstruktivdir. Bəli, Elə bəli, bu burada da C dəyərli, bəndidir bəli. müəllim. Bəli, Müəllim budur. effektiv Qarşısını nəticə. Bəli. əvvəlcədən almağa Nəzərə çalışmaq onlara alınmalı çalışır. səhv etməyə şərait verməməkdir. Deyir ki, hə bunu yanlış deyirlər birdən, o qarşısını alın. Bəli. Hə, bu doğru yanaşma deyil. Situasiyamızda əks olan məsələ budur. Amma müəllim burada bunu eləmir. Müəllim şagirdlərin fikir verin, bir-birinə izahlarını müqayisə edir, arqumentlərini müzakirəyə çıxarır. Çünki bəziləri düzgün nəticəyə gəlir, bəziləri düzgün nəticəyə gələ bilmir. Müəllim burada onları öldürmür. Əgər müəllim bu düzeydəki yanaşmanı eləsəydi, onda gərək burada düzgün nəticəyə gəlməyən uşaq olmayaydı. Aydındır. Bu mövzuya yenə davam eləyəcəyik. Hələ 20 sualda qalıb. Sadəcə sualların mətni çox uzundur. Gördüyünüz kimi fikir verin, hamısı ucdan tutmaq istəyir. Bu ən bəyəndiyim bölmədir, açığını deyim. Bankda da çox yaxşı veriblər bu bölməni. Yenə bu bölməyə baxacağıq. Əlavə bir yüngül mövzu da aktivləşdirəcəm sizin üçün. Çox çətin yox, yüngül, orta bir mövzu aktivləşdirəcəm. Onunla paralel bunu da davam edəcəyik. Deməli, qaldıq 22-də. 22 yadda qalan rəqəm deyil, elə qalsın 20-də deyək ki, yarısında qaldıq. Bu bölmənin sualları çox bəyənirəm. Anlayışı tam yerləşdirir. Belə, hörmətli müəllimlər, bugünlük bu qədər. Müəllim, bir düzdür, bu metodika aid deyil, amma tarixdən bir sualı sizinlə bölüşmək istəyirəm. Demək, bayaq Rabil müəllim də dedi ki, bu sosial, iqtisadi dövlət quruculuğu, Bəli. deməli, bu topluda 50-80-ci illərdə, yəni sizə mane olmuram ki, sualı verməyinə. Yox, verə bilərsiniz. Dərsimiz bitdi. Aha, Çıxmaq istəyən 50-80-ci illərdə bir dənə sual var. Deyir ki, Heydər Əliyevin hakimiyyəti dövründə, SSRİ, Azərbaycan SSRİ rəhbərliyi dövründə həyata keçirilmiş